səhvləri necə düzəltmək lazımdır? Məsəl üçün, burada deyir müəllimin konstruktiv rəyi necə olmalıdır? Baxın, Lamiyə müəllimədə çox yaxın variantlar var imiş. Birində qeyd olunurdu ki, qruplarla işin yaxşıdır, belə də davam et. Həmişə belə davam et. Bax, bu tipli söz var idi. Həmişə belə davam et. Bax, müəllim bu tipli ifadələri müəllim ümumiyyətlə bu tipli ifadələr işlətməz rəy verəndə. Rəy verəndə bu tipli ifadələr işlətmək olmaz müəllimlər. Bilirsiniz niyə? Həmişə belə davam et deyəndə, şagird növbəti dəfə zəif bir nəticə əldə edəndə, zəif bir deyək ki, fəaliyyət nümayiş etdirəndə zəif. O artıq qapalı düşüncəyə keçir və deyir ki, müəllimin məndən gözləntiləri yüksəkdir. Amma mən bu günlərim zəif olmuşam, deməli mən müəllimin gözündən artıq düşmüşəm. Beləcə, yəni müəllimlə şagird arasında münasibətlərin pozulmasına gətirib çıxarır. Ona görə də rəylərimizə mütləq şəkildə diqqətli olmalıyıq. Və bir də təriflər var, müəllimlər, tərif. Bax, tərif adını eşidəcəksiniz, rəqabət adını görəcəksiniz. Təriflə rəqabət heç bir halda yol verilməzdir. İstər sağlam, istərsə də ki, qeyri-sağlam rəqabətlər adını görəcəksiniz ki, məsəl üçün, müəllim sağlam rəqabət yaratmalıdır, müəllim sağlam rəqabət üçün filan fəaliyyətə üstünlük verməlidir. Sağlam rəqabət deyə bir şey yoxdur. Kurikulumda qeyd olunur ki, sağlam rəqabət olmaz. Bunun əvəzində nə deyəcəyik? Əməkdaşlıq deyəcəyik. Bunun əvəzində müəllim rəqabətə yönətməkdənsə, sinifdə sağlam rəqabət anlayışı belə olsa, yəni deyəcək ki, bu rəqabətin ümumiyyətlə sağlamı falan düzgün deyil. Deyəcək ki, əməkdaşlığa yönətməlidir. Vəssalam. Əməkdaşlıq qurmalıdır, şagirdləri əməkdaşlığa cəlb etməlidir. Konstruktiv rəydə də necə olmalıdır? Bax, tərifləməyə diqqətli olmaq lazımdır. Həddindən artıq şagirdin şəxsini tərifləmək olmaz. Təriflər də yerində olmalıdır. Məsəl üçün, mən desəm ki, sən sinifdə ən yaxşı oxuyansan, sən onsuz da savadlıydın, mən sənə bu nəticəni gözləyirdim. Bax, fikir verirsiniz, bu artıq həddən artıq aşırı dərəcədə verilmiş tərifdir ki, bu da olmaz. Çata yazmayın, çünki görmürəm, burada ekranda izah edirəm. Səsli şəkildə deyə bilərsiniz. Deməli, təriflərə fikir vermək lazımdır, rəy verəndə diqqətli olmaq lazımdır. Rəqabət anlayışını ümumiyyətlə düzgün variant kimi götürmək olmaz. Rəqabət sözünü görəndə, bax, üzərində bir qırmızı bir x deyirsiniz ki, ümumiyyətlə rəqabət olmaz. Bunun sağlamı da olmaz, qeyri-sağlamı da olmaz. Tərifdəki baxır, necə tərifə? Məsəl üçün, şagirdə həddən artıq tərifləyirəmsə, həddən artıq, yəni, belə deyək də, şəxsini tərifləyirəmsə, bu zaman nə olacaq? Bu zaman şagird artıq qapalı düşüncə tərzinə keçmiş olacaq növbəti səhvlərdə. Deyəcək, mən müəllimin yaxşı oxuyan uşağı idim, mən bu sinifdə əlaçı uşaq idim, amma bu nəticəm belə oldu deyə artıq mən müəllimin gözündən düşmüşəm, mən müəllim üçün artıq yaxşı əlaçı uşaq deyiləm. Başlayacaq belə təlim nəticələrinə də təsir edəcək bu fakt. Ona görə təriflərə diqqətli olmaq lazımdır. Konstruktiv rəy deyir necə olmalıdır? Dedik ki, gələcəyə yönəlik olmalıdır. Ümumiyyətlə, rəy həssaslıqla verilməlidir, amma emosional olmalı deyil. Bax, emosional rəy də düzgün rəy deyil, müəllimlər. Emosional rəy düzgün bir rəy deyil. Emosional, yəni bilirsiniz necə, o təriflənir həddən artıq ki, sən çox zəkalısan, sən bu sinifdə ən savadlı şagirdsən. Sən nə bilim, yaxşı oxumaqda kiməsə oxşamsan, nə bilim, babana, nənənə oxşamsan, yox, belə bir şey yox. Yəni, bu artıq şagirdin şəxsinə yönəlik bir rəydir. Şagirdə həddən artıq tərifdir. Lazımsız təriflərdir. Ona görə yer vermək olmaz. Tərifləmək də ki, yəni demirəm, tərifi görəndə o variantı. Baxın, görün, məzmununda tərif əgər şəxsinə yönəlibsə, şagirdə həddən artıq şişirdilmiş dərəcədə tərif varsa, sən zəkalısan, sən ağıllısan, sən həmişə yaxşı oxuyansan, sən həmişə savadlısan, bu kimi rəylər olmaz. Necə olar bəs? Məsələn, demək olar ki, əhsən, məsəl üçün, deyək ki, nəticən uğurludur və yaxud da deyək ki, uğurlu nəticə göstərdiyinə görə sənə afərin. Bax, belə ola bilər. Ancaq ki, sən savadlısan deyə səndən bu nəticəni gözləyirdim, belə bir hal olmasın. Yəni, bu variantları görəndə səhvə götürəcəksiniz. Baxın, burada da diqqət olması məqam nədir? Həmişə belə davam et sözüdür. Bu sözə görə müəllimənin götürdüyü variant yanlış olubdur. Həmişə belə davam et sözünə görə. Bax, həmişə belə davam et artıq şagirdi
bir növbəti səhvində, növbəti zəif tərəflərində, növbəti işlərində, fəaliyyətində zəif tərəfi olarsa, uşaqdır da, bu günlərin məsəl üçün 10 sualdan 10-u düz yazıbsa, gələn dəfə 8-ini, 5-ini, 6-sını səhv düz yaza bilər. Ona görə də biz həmişə sözünü işlətməməliyik. Davamlı, həmişə belə davam et sözünü işlətməməliyik. Deməli ki, məsəl üçün biz onun birinci müsbətlərindən başlamalıyıq. Görsək ki, əgər şagirdin tapşırığında bir dənə də olsun düz yoxdur, bir dənə də olsun düz yoxdur, hamısını səhv yazıb. Belə situasiyada verilə bilər ki, şagirdin tapşırığını yoxlayarkən orada yəni tapşırığın düzgün yerinə yetirilmədiyini görürsünüz. Bunun üçün verilən konstruktiv rəy necə olmalıdır? Artıq bu düzgün yerinə yetirmirsə, yenə də mən müsbətdən başlamalıyam. Yəni birbaşa sən bu tapşırığın hamısını səhv eləmisən, sən falan yerlərdə səhv eləmisən, tipli sözlərlə başlamaq olmaz. Məsələn, mən onun əməkdaşlığını qiymətləndirə bilərəm. Qrup işini həyata keçirmişəmsə, və yaxud da deyək ki, bəlkə şagirdin həddən artıq orfoqrafiya qaydaları var ki, həddən artıq düzgün riayət edibdir o qaydalara. Nə olsun ki, indi testdə səhv edib, və yaxud da esseyin səhv yazıbdır, və yaxud da deyək ki, esse meyarlara uyğun deyil. Ancaq ki, mən onun xəttini, yəni orada yazdığı düzgün sözləri qiymətləndirə bilərəm ki, məsəl üçün, yazdığın sözlərdə orfoqrafik qaydalara əməl etmisən. Ancaq essenin məzmununu genişləndirməkdə, öz sözlərlə ifadə etməkdə çətinlik çəkmisən və yaxud da qismən istifadə etmisən. Bunu düzəltmək üçün mən yollarını göstərməliyəm. Ona görə də deyir ki, konstruktiv rəy müsbətdən başlamalıdır. Səhvlər dəqiq, düzgün, aydın olmalıdır. Ümumi deyil, xüsusi olmalıdır. Ümumi yəni necə müəllimlər? Məsəl üçün, mən deyirəm ki, yazımda səhvlərə yol vermisən. Növbəti dəfə çalış ki, bunları düzəldəsən. Fikir versiniz, bu ümumidir. Uşaq bilmir ki, mən yazımda hansı səhvlərə yol vermişəm. Mənim yol verdiyim səhv nədədir? O qədər səhvlər var ki, məsəl üçün deyək ki, bəlkə uşaq orfoqrafiyada səhvliyə yol verir, bəlkə hesablamada, bəlkə heç ümumiyyətlə məzmun baxımından düzgün deyil. Yəni o nədə səhv edibsə, biz onu dəqiqliklə göstərməliyik və bu səhvləri aradan qaldırmaq üçün də yol göstərməliyik, istiqamət verməliyik. Eyni zamanda konstruktiv rəydə belədir ki, konstruktiv rəy şagirdin səhvlərini üzə çıxarmaq üçün yox, biz rəyi şagirdin səhvlərini üzə çıxarmaq üçün vermirik. Biz həmin səhvləri, çatışmayan cəhətləri aradan qaldırmaq üçün veririk. Bax, time testində belə bir sual var. Time'da qeyd olunur ki, konstruktiv rəy şagirdin çatışmayan cəhətlərini üzə çıxarmaq üçün verilir. Tamamilə yanlışdır. Bu o deməkdir ki, mən şagirdin tapşırığında ancaq səhvlər axtarıram. Xeyr. Çatışmayan cəhətləri aradan qaldırmaq üçün verilir konstruktiv rəy. Eyni zamanda şagirdin fəaliyyətinin inkişafı üçün verilir. Mən onu inkişaf elətdirmək üçün o rəyi verirəm. Mən onda səhvlər tapmaq üçün yox, inkişaf elətdirmək üçün verirəm ki, növbəti dəfə o səhvlə qarşılaşmasın. Növbəti deyək ki, summativ qiymətləndirmədə, yəni bilirsiniz də, formativ summativə gedən yoldur. Formativin nəticələri, ümumiyyətlə belə deyək, summativin nəticələrindən formativ öz əksini tapır, formativin nəticələri öz əksini tapır. Yəni bu nə deməkdir? Yəni formativ summativə təsir edir. Bax, imtahanda necə verilmişdi? Diaqnostik summativə təsir edir verilmişdi. Diaqnostik summativə deyir təsir edir. Əlbəttə ki, yox. Çünki diaqnostik ilkin qiymətləndirmədir. Diaqnostik qiymətləndirmədə biz sinifin səviyyəsini öyrənmək üçün, biz effektiv planlama həyata keçirmək üçün, şagirdin psixologiyasına, fərdi xüsusiyyətlərinə, öyrənmə tərzlərini bilmək üçün keçiririk. Diaqnostikin heç bir əhəmiyyəti yoxdur ki, yəni o summativə təsir eləsin. Summativə aparan yol formativdir. Formativdən keçir. Biz formativi düzgün keçirsək, effektiv şəkildə keçirsək, hər gün, axı gündəlik qiymətləndirmədir formativ qiymətləndirmə. Hər gün şagirdin fəaliyyətini düzgün şəkildə qiymətləndirsək, yəni rəy verərək, orada rəqəm, kəmiyyət olmaz formativdə, bilirsiniz də, yəni rəylə verilir. Biz o rəyi düzgün, konstruktiv şəkildə verib, şagirdin fəaliyyətini istiqamətləndirsək, məqsədə doğru aparsaq, effektiv bir nəticə əldə etmiş olacağıq. Bu nəticəni də harda əldə edirik? Təbii ki, summativdə. Summativdə alınan nəticə bizim məqsədimizdir. Ona görə də formativ qiymətləndirməni düzgün keçirməliyik. Formativin təsiri summativə ola bilər. Ancaq ki, diaqnostikin heç bir təsiri, nə formativə təsiri yoxdur, nə də summativə təsiri yoxdur diaqnostikin. Çünki, məsəl üçün, mən diaqnostiki keçirdim, baxıram ki, uşaq zəifdir. Düzdür? Uşaq zəifdir, 30 balından deyək ki, məsəl üçün, test tapşırığı ilə keçirmişəm və ya da sual cavabına keçirmişəm. O sualların 10 sualdan 3-ünə cavab verir. Zəifdir də uşaq. Düzdür? İndi o demək deyil ki, uşaq summativ qiymətləndirmədə 2 alacaq.
Mən onun ilkin səviyyəsi üzrə heç mən tanımıram bunların sinifini. İlk olaraq daxil olmuşam sinifə və yaxud da ilin əvvəlində keçirirəm ki, bu uşaqların sinifin səviyyəsini öyrənəm, görüm nə yerdədir. Öyrənmək üçün, şagirdin psixologiyasına bələd olmaq üçün, eyni zamanda fərdi xüsusiyyətlərini bilmək üçün ilkin qiymətləndirmədir və müəllim üçün barometr rolunu oynayır, diaqnostik qiymətləndirmə. Nə üçün? Çünki diaqnostikin xeyri, müəllim üçün də xeyri var, şagird üçün də xeyri var. Diaqnostik qiymətləndirmədə müəllim üçün xeyri odur ki, sinifin səviyyəsini öyrənir, şagirdləri tanıyır, yaxından tanış olur şagirdlərlə. Eyni zamanda müəllim effektiv planlaşdırması üçün diaqnostik qiymətləndirmədən, ümumiyyətlə diaqnostik qiymətləndirmə buna şərait yaradır ki, müəllim effektiv planlama həyata keçirsin. Yəni, effektiv planlama, dərsini effektiv şəkildə planlaşdırsın. Diaqnostik qiymətləndirmə buna şərait yaradır. Ancaq ki, müəllimlər, bax, mən qiymətləndirmə mövzusu bilmirəm, hansısa qrupumuzdadır. Keçəndə mən onu demişdim müəllimlərimizə. Demişəm ki, təhsil proqramında, təlim proqramı, təhsil proqramı, yəni fərq yoxdur. Təlim proqramında, ümumiyyətlə proqramda dəyişikliklər etməyə şərait yaradır formativ qiymətləndirmə. Dəyişikliklər. Bax, dəyişik sözünü görürsünüzsə formativ qiymətləndirmədir. Ümumiyyətlə, dərsin sonunda qiymətləndirmə həyata keçirilir desə, dərsin sonunda. Bu olacaq formativ qiymətləndirmə. Təlim proqramında dəyişikliklər, şagirdin fəaliyyətini müşahidə etmə, çətinlikləri aradan qaldırma, məqsədə doğru aparma, şagird nailiyyətini, fəaliyyətinin izlənilməsi deyirsə, bu formativ qiymətləndirmədir hamısı. Ancaq diaqnostik ilkin qiymətləndirmədə bilirik ki, summativə təsiri yoxdur. Summativ qiymətləndirmədə də ki, burada nailiyyətləri müəyyənləşdiririk. Müəyyənləşdirmək. Artıq bilirik ki, summativ qiymətləndirmədə bu qədər 30 nəfər uşağın nailiyyəti nə yerdədir? Səviyyəsi nə yerdədir? Biz bunu summativ qiymətləndirmədə müəyyənləşdiririk. Summativ qiymətləndirmədə ölçürük. Aydındırmı? Yəni ölçürük, müəyyənləşdiririk sözünü görsəniz, deyəcəksiniz ki, bu summativ qiymətləndirmədir. Və salam. Və yaxud da deməli deyər ki, birdən belə bir sual düşər ki, bax burada qeyd etmişəm, indi hal-hazırda ora keçid alanda ətraflı şəkildə danışacağam. İndi sırayla gedək, növbə ilə gedək. Konstruktiv rəyin nə olduğunu da bildik. Bildik ki, konstruktiv rəy effektiv rəydir, dəqiq, düzgün, aydın şəkildə verilməlidir. Birinci müsbətdən başlamalıdır, sonra səhvləri dəqiq şəkildə deməli ki, nədə səhv etmişik. Desəm ki, yazıda səhv etmisən, ümumidir. Yazıda səhv etmisən, o yazıda harda, durğu işarələrindəmi, orfoqrafiyada mı, nədə səhv eləmişəm. Bunu biz şagirdə çatdırmalıyıq. Ona görə də rəy ümumi deyil, xüsusi olmalıdır. Konstruktiv olmalıdır, gələcəyə yönəlik olmalıdır. Gələcəyə yönəlik də bilirsiniz nə deməkdir? Əgər mən ona yol istiqamət göstərirəmsə, deməli gələcəyə doğru aparıram. Yəni onu inkişaf elətdirirəm. Ancaq ki, məsəl üçün deyirəm ki, essedə, məsəl üçün deyək ki, öz fikirlərini dolğun şəkildə çatdırmısan, öz fikirlərindən istifadə edib əlavə etmisən, bu da müsbət haldır. Ancaq ki, orfoqrafiya qaydalarında səhvlərə yol vermirsən və yaxud da orfoqrafik cəhətdən çətinliyin var. Və burada deyib dayanıramsa, bu artıq keçmişə yönəlik rəydir və eyni zamanda gələcəyə doğru aparmır. Çünki axı mən bunun səhvini aradan qaldırmaq yolunu demirəm axı ona görə. Bilmirəm bu testi kim tərtib edib, bu test kimindir? Bizə dəqiqə bax göstərim sizə. Bax bu test kim tərtib edib, kim hazırlayıb bilmirəm. Burada bu cavabı müəllimlərimiz günortadan atır mənə ki, burada mən filan variantı götürmüşəm, filan cavab çıxıbdı. Müəllimlər, əvvəla mən öz müəllimlərimizə deyirəm, ödənişli şəkildə mənim qrupumda olan müəllimlərimizə deyirəm ki, belə özəl tərtibatlı, yəni belə deyək, əsassız olan testlər işləməyin, məsləhət görmürəm. Çünki bax belə testlər işləyirsiniz, düz götürürsünüz, cavab da səhv gəlir. Elə bilirsiniz ki, sizin bilik səviyyəniz aşağıdır. Elə bilirsiniz ki, siz heç nə bilmirsiniz, motivasiyadan düşürsünüz. Yəni bu səhərdən mənə bəlkə bir dənə demək olar ki, bir 50 dənə müəllim göndərib ki, bax bu niyə belə ola bilər ki? Burada deyir ki, hansı rəy effektiv deyil. Burada görürsünüz müəllimlər, bax hansı rəy effektiv deyil deyir. Bax burada A variantı deyir ki, cümlə quruluşun düzgündür. Amma durğu işarələrində bəzi səhvlərə yol vermirsən. Aha. Deməli, mən dəqiqliklə düzgün şəkildə şagirdin nəzərinə bunun səhvlərini çatdırdım. Sonra deyir ki, xüsusilə vergül qaydalarına yenidən təkrarla. Yol göstərirəm, istiqamət verirəm, səhvi necə aradan qaldırmaq lazım olduğunu göstərirəm. Bu necə rəydir? Əlbəttə ki, bu effektiv. Bəli, effektiv rəydir. Bir dəqiqə.
Hə, bu effektiv reydir. İkinciyə baxıram. Deyir, mətnin məzmununu düzgün anlayırsan. Müsbətlə başlayır. Lakin əsas ideyanı seçməkdə çətinlik çəkirsən. Hə. Sonra və mənə yol göstər də mən bunu necə həll edim. Mənə yol göstər, görüm bunun ideyasını necə seçim ki, mən səhvə yol verməyim. Ona görə də effektiv deyil, bəli, bu variant effektiv deyil. İndi götürülən cavaba baxın. Deyir, doğru cavab. Doğru cavaba verir ki, afərin. Qlobal problemlər haqqında ingilis dilində yazdığın məqalə mövzuya çoxşaxəli yanaşmısan, mövzuya çoxşaxəli yanaşmısan və öz fikrini əsaslandırmısan. Burada heç səhv yoxdur ki, mən bunu istiqamətləndirəm. Səsiniz kəsildi Afaq müəllimə. Mənim internetimdədir, yoxsa siz səsi bağlamısınız? Aysan. Bəli, bəli. Bəli, deməli effektiv olmayan rəy deyirsə, biz götürəcəyik bax bu ikincini. Doğru cavaba verib səhvdir. Deyir ki, qlobal, deməli, problemlər haqqında ingilis dilində yazdığın məqalə mövzuya çoxşaxəli yanaşmısan, öz fikrini əsaslandırmısan və salam. Səhv yoxdur ki, demir də. Səhv olsa deyər ki, məsələn, hardasa səhv eləmisən. Yol göstərməsəydi, hə, onda effektiv olmazdı. Amma burada şagird hamısını düz yazıbsa, mən onda niyə səhv axtarmalıyam ki? Burada hər şey düz edib, yeri yerində edib. Afərin sözündən də istifadə eləmək olar, əhsən sözündən də istifadə eləmək olar. Bəli, ancaq ki, burada mən səhv görmürəm, burada səhv olan bir şey yoxdur. Ona görə də cavab səhvdir burada. Kim ikinci variantı götürürsə, yəni B sayılır da bu. Kim B variantını götürürsə, düzgün götürübdür, düzgündür. Hə, növbəti sualımıza da keçid edək. Rəylə bağlı idi deyə ona görə mən bu sualı da elə sizə izah etmək O istədim. testdə üzr istəyirəm. Elə səhvi soruşmurdum o. Səhvi soruşur müəllimə. Səhvi soruşur. Müəllimə bunu götürüb ikincini düz götürüb. Doğru cavab başqa. Yəni afərin qlobal problemlər haqqında ingilis dilində bax bu düzdür. Bu düzdürsə, bu doğru cavaba nətər effektivi nətər hesab edə bilərik ki biz bunu? Baxın bir dənə bura effektiv deyil deyir. Bu verilən rəy bu doğru cavabdakı effektivdir. Amma burdakı cavab effektiv deyil. Bu da müəllimə də bunu götürüb deyir yanlışdır. Doğru cavab deyir bu olmalıdır. Yəni bu özü götürdüyü deyir doğru cavabdır. Bu da axı verilən cavabda baxı effektsiz bir şey görmürəm axı bu da effektivdir. Ya cavabı səhv verib, yəni cavabı səhv verib. Müəllimə götürdüyü düzdür amma. Mətnin məzmununu düzgün anlayırsan, lakin əsas ideyanı seçməkdə çətinlik çəkirsən. Bax, deyir bunu elə. Bunu mənə yol göstərməlidir ki, mən bu çətinliyi necə aradan qaldırım? Deməli, effektiv deyil. B variantı mənim cavabımdır. Yəni ikinci olan, ikinci sıradakı. Sonra konstruktiv rəydə dedik. Sonra gəlir taksonomiyanın mərhələlərinə. Taksonomiyanın mərhələlərində bilirik ki, idrak taksonomiyasından düşür. Yəni emosionaldır, psixomotordur, bunlardan düşməyəcək. Yəni bunu düzdür, miqlər üçün demirəm, miqlər öyrənməlidir. Hələ ki miqlərdə belə bir hal görməmişik, yəni düşmür deyə bilmərik yəni. Amma sertifikasiyada idrak taksonomiyasına daha çox yer verilir. İdrak taksonomiyasını bilməliyik əsas olan. Bilirik ki, idrak taksonomiyasında diqqətlə qulaq asırsınız, çünki incə məqamları deyəcəm sizə. Deməli, idrak taksonomiyasının mərhələləri hansılardır? Xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək və yaratmaq. Düzdür? Yuxarı təfəkkür səviyyəsinə uyğun olanları da var, aşağı təfəkkür səviyyəsinə uyğun olanları da var. Yuxarı təfəkkür səviyyəsinə uyğun olanlar, daha doğrusu gəlin birinci aşağı səviyyədən başlayaq. Aşağı təfəkkür səviyyəsinə uyğun olanlar ilk 3 mərhələdir. İlk 3 mərhələ. Xatırlamaq, anlamaq, bir də tətbiq etmək. Bu, aşağı təfəkkür səviyyəsinə uyğun olandır. Yuxarı təfəkkür səviyyəsi hansıdır bəs? Təhlil etmək, çünki təhlil etmək tənqidi təfəkkürü tələb edir. Təhlil etmək yuxarı təfəkkürü tələb edir ki, təhlil etmək biraz çətin prosesdir axı ona görə. Biri var mən deyəm ki, şeiri danış, bir də var deyəm ki, şeiri təhlil elə. Bunun hansı çətindir? Şeiri təhlil eləmək, düzdür? Şeir danışma nə var ki? Şeir danışma nə var ki? Bu aşağı təfəkkürdür. Bir də var deyirəm şeiri təhlil elə. Hə, bu təhlil eləmək artıq yuxarı təfəkkür istəyir. Çətin prosesdir ona görə. Ona görə deyirik ki, təhlil etmək, dəyərləndirmək və yaratmaq mərhələsi yuxarı təfəkkür səviyyəsinə uyğundur. İndi gəlirik lap aşağı mərhələ. Bəli. Bəli, bəli. Bəli, 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 doğrudur. Bəli, doğrudur.
Doğrudur, doğrudur müəllim. Və bir dənə də haşiyə çıxım. Linki daxil olmaq istəyən müəllim yoldaşlarınızla paylaşa bilərsiniz. Yəni dərsin linkini. Çünki çox vacib bir məsələdir. Burada biz yəni bu sualları müzakirə edə-edə həm refleksiya etmiş oluruq, həm əsasları öyrənmiş oluruq, həm də ki, sizin üçün növbəti dərslərdə artıq məlumatlı olmuş olacaqsınız. Və mən burada kitabı danışmaya ehtiyac yoxdur. Kitabdan nəsə izah verməyə, ətraflı danışmaya ehtiyac yoxdur. Əsas olanları deyəcəm. Əsas olanları və çaşdırıcı məqamları deyəcəm. Baxın müəllimlər, burada qeyd olunur ki, biz dedik ki, aşağı təfəkkür səviyyəsi xatırlamaqdır, anlamaqdır, bir də tətbiq etməkdir. Xatırlamaq faktoloji biliyə uyğundur. Faktoloji biliyə. Niyə? Məsəl üçün, mən deyirəm ki, ismin xüsusiyyətlərini sadalayır, ismin tərifini deyir, ismi adlandırır, ismə aid olan məlumatları təkrarlayır. Bax, görürsünüz, faktoloji bilik istəyir. Şagird bilirsə, sadalayacaq, sıralayacaq, təkrarlayacaq, daha doğrusu, üzr istəyirəm, təkrarlayacaq, sıralayacaq, tərifini verəcək və yaxud da təkrarlayacaq. Bax, bunların hər biri nədir? Faktoloji biliyə əsaslanır. Ona görə deyir ki, bu xatırlama, yəni yada salmaq mərhələsi, yəni yaddaşla bağlı olandır. Əzbərçiliyə dayanan bir mərhələdir. Əzbərçiliyə dayanan. Və bu faktoloji biliyə uyğundur. Anlamaq mərhələsi isə konseptual biliyə uyğundur. Konseptual bilik. Elə bu anlamağın feilləri, açar sözləri, eynilə konseptual biliyin açar sözləridir. Baxın, müəllimlər, ümumiləşdirirsə, qruplaşdırırsa, oxşar və fərqli cəhətlərini tapırsa, müəyyənləşdirirsə, izah edirsə, nümunələr gətirirsə, interpretasiya edirsə, yəni öz sözləri ilə ifadə edirsə, izah edirsə, deyəcək ki, bu nədir? Anlamaq mərhələsidir. Müəllimlər, baxın, bir şey diqqətli olmaq lazımdır ki, bu müəyyənləşdirmək məsələsinə, bax, hansı ki, elə gətirib, bu müəyyənləşdirməyi də veriblər imtahanda. Deməli, müəllimlər, bizə nə lazımdır? Bu müəyyənləşdirmək mərhələsi haqqında biliklərimizi yeniləmək lazımdır. Bu müəyyənləşdirmək var anlamaqda, var təhlil etməkdə, var dəyərləndirməkdə. Baxaq, deməli, anlamaqda necədir? Anlamaqda konseptual bilik tələb edəcək və anlamaqda sadə bir prosesdir. Sadə, yəni məntiqi təfəkkürə əsaslanandır. Bax, verilən bu situasiya, verilən bu tapşırıq, hüceyrənin quruluşunu, orqanoidlərin funksiyalarını müəyyən edin. Bu sadə bir prosesdir. Bilik olaraq soruşsa, deyəcək ki, konseptual bilikdir. Təfəkkür olaraq soruşsa, deyəcək məntiqi təfəkkürdür. Çünki sadə prosesdir. İdrak taksonomiyasının növü olaraq soruşsa, artıq sadə olduğu üçün və eyni zamanda konseptual biliklə əlaqəli olduğu üçün və üstəgəl, mən hüceyrənin quruluşunu müəyyənləşdirmək üçün əvvəlcə mən onu anlamalıyam, başa düşməliyəm. Məsəl üçün, mənə test versəniz ki, hüceyrənin quruluşunu müəyyənləşdir, mən müəyyənləşdirə bilməyəcəm. Bilirsiniz niyə? Çünki mən o dərsdən anlayışım yoxdur. Mən o dərsi anlamamışam, başa düşməmişəm, bilmirəm ona görə. Və eyni zamanda hüceyrənin quruluşunu birinci növbədə desək ki, hüceyrənin quruluşunu sadala. Belə olsaydı ki, sadala. Bu olacaqdı yadda saxlamaq mərhələsi, yəni xatırlamaq mərhələsi. Çünki sadalamaq üçün mənə faktoloji biliklər lazımdır da, yəni kitabda olan məlumatlar lazımdır. Mən onu bilirəmsə sadalayacağam, bilmirəmsə sadalaya bilməyəcəm, düzdür? Amma burada qeyd olunur ki, hüceyrənin quruluşunu müəyyən edin. Müəyyən etmək üçün gərək mən başa düşəm, anlayam, əzbərçilik mənə yetməyəcək. Ona görə də deyirik ki, bax, biri var, uşaq şeir verəndə fikir vermişsiniz, Azərbaycan dili müəllimləri daha yaxşı bilir. Və yaxud elə öz fənnimizdən deyək ki, hərənin öz fənninə aid. Dərs verirsiniz, gedir qəşəng kitabda olanı gəlişir və onu siz əzbərçi deyirsiniz. Fikir verirsiniz. Deyirsiniz ki, məsəl üçün, valideynlə danışanda deyirsiniz ki, sualı verirəm. Məsəl üçün, dərsi deyirəm, danışır. Problem yoxdur. Kitabda nə var, hamısını sənə dursun, danışsın. Çünki bu uşağın faktoloji biliyi var. Çünki bu uşaq yadda saxlamaq. Nərcimən, Allah bir söz deyim, bağışlan, bölürəm. Olar mən çıxım, başım ağrır. Buyurun, müəllimə, çıxa bilərsiniz, əlbəttə. Əlbəttə, buyurun. Sağ olun, müəllimə, sağ olun. Uğurlarınız davamlı olsun inşallah. Amin, hər kəsin. Sağ olun, sağ olun. Deməli, əgər qeyd müəyyən edin desək əgər, onda mən bunu anlamağım lazımdır. Başa düşməyim, yəni oxumağım, əzbərləməyim yetməyəcək. Bunu gərək mən başa düşəm ki, müəyyənləşdirəm. Aydındırmı?
Yəni bax uşağa deyirsiniz ki, məsəl üçün gəl dərsi danış. Uşaq əzbərçi, nöqtəsinə, virgülünə qədər kitabda nə varsa hamısını gəlib sizə danışacaq. Bax uşaq burada artıq xatırlamaq mərhələsindədir. Yəni faktoloji biliyindən istifadə edib, xatırlayıb, yada salıb, əzbərləyib, gəlib sizə danışıb. Amma siz deyəndə ki, sual verəndə ki, hüceyrənin quruluşunu izah et. Və ya da funksiyalarını izah et. Versiz, uşaq durub sizin üzünüzə baxır. Niyə? Çünki o dərsi anlamayıb, sadəcə əzbərləyib gəlib danışır. O anlasa, yəni deyirik oxuduğunu anlamaq. Azərbaycan dilinin məzmun xətti, Azərbaycan dilində təriflərdən biri budur. Oxuduğunu anlamaq. Uşaq o oxuduğunu anlasa izah eləyəcək, müəyyənləşdirəcək. Nə bilim, nümunələr gətirəcək. Məsəl üçün deyirsiniz ki, dənli bitkilərə və yaxud da deyək ki, filan bitkiyə aid nümunə de görüm. Uşaq baxır üzünüzə. Niyə? Çünki axı oxuduğunu anlamayırdı. Sadəcə əzbərləyib, kitabda yazılan əzbərləyib gəlsə danışıb ona görə. Deməli, bu uşaq müəyyənləşdirmək deyirsə, nümunələr gətir deyirsinizsə, sonra uşaq nümunələr gətirə bilirsə, müəyyənləşdirə bilirsə, izah edə bilirsə, qruplaşdıra bilirsə, ümumiləşdirə bilirsə, oxşar və fərqli cəhətlərini müəyyənləşdirə bilirsə, ümumiyyətlə fərqləndirə bilirsə, məsələn, bitkilərin quruluşlarını fərqləndirə bilirsə, sonra orqanoidlərin funksiyalarını müəyyənləşdirib, izah edirsə, onda bu uşaq anlamaq mərhələsi. Çünki anlayıb ki, onu izah edir. Anlayıb ki, nümunələr gətirir. Aydındırmı? Yəni, uşaq anlamasa o nümunəni gətirə bilməz, müəyyənləşdirə bilməz, izah edə bilməz ümumiyyətlə. Ona görə də deyirik ki, verilən, bax bu testdə hüceyrənin quruluşunu, arqoidlərin funksiyasını müəyyən edin. Bunun üçün gərək anlayam ki, müəyyən edəm. Başa düşüb, sonra müəyyən edəm. Bu hansı mərhələdir? Anlamaq mərhələsidir. Bilik olaraq nə götürəcəm? Konseptual bilik. Təfəkkürü soruşsa nə götürəcəm? Məntiqi təfəkkür. Çünki sadə prosesdir. Sonra, növbəti sualımız. Gəlmişdi, indi mən sizə izah eləmək istəyirdim bu müəyyənləşdirməyə sözünü. Müəyyənləşdirmək belədir ki, müəllimlər, əgər, belə deyim də, baxın, sadə prosesdir də, hüceyrənin quruluşunu müəyyənləşdir, ismin hallarını müəyyənləşdir, nə bilim, mənsubiyyətə görə dəyişməsini müəyyənləşdir, əsərdə olan nitq hissələrini müəyyənləşdir, mətndə olan nitq hissələrini müəyyənləşdir, əsas nitq hissələrini müəyyənləşdir. Bax, bunları görürsünüz, bunlar sadə proseslərdir. Bu olacaq nə? Anlamaq mərhələsi. Amma desək ki, öz mövqeyini müəyyənləşdir, öz mövqeyinə əsasən münasibət bildir, öz mövqeyini müəyyənləşdir, öz mövqeyini ifadə elə, öz mövqeyindən çıxış edərək münasibət bildir. Hə, onda bu nə olacaq? Dəyərləndirmək mərhələsi olacaq. Çünki mənim dəyərləndirməmi istəyir. Mənim ona fikir bildirməyimi istəyir. O məsələyə mənim fikrimi istəyir ki, mən ona fikir bildirəm. Bu deməli hansı mərhələdir? Dəyərləndirmək mərhələsidir. Taksonomiyanı dəyərləndirmək mərhələsi, öz fikrimi istəyəndə, öz münasibətimi istəyəndə olacaq tənqidi təfəkkür, eyni zamanda dəyərləndirmək mərhələsi, bir də konseptual bilik olacaq. Niyə konseptual bilik? Çünki mən öz münasibətimi bildirib, yeni bir ideya, yeni bir fikir əlaqələndirəcəm, yeni bir fikir əldə olunacaq. Aydındırmı? Ona görə deyir ki, konseptual bilikdir. Çünki öz münasibətimi bildirsəm, burada yaratmalı bir şey yoxdur. Sadə bir prosesdə deyir ki, deyən məntiqi təfəkkürdür. Çünki öz münasibətini, hər uşaq öz münasibətini bildirə bilmir də məsələyə, düzdür. Öz mövqeyini nümayiş etdirmək, deməli, öz münasibətini bildirib, öz mövqeyindən çıxış edib əsaslandıra bilmir çox uşaq. Buna ən çox tənqidi təfəkkürlü uşaqlar bacarır. Ən çox da məntiqi riyazi intellektə sahib olan şagirdlər. Ona görə də deyirik ki, bilik olaraq konseptualdır. Deməli, taksonomiya olaraq, idrak taksonomiyası olaraq dəyərləndirmək mərhələsidir. Əgər öz münasibətimi bildirəmsə, öz mövqeyimi müəyyənləşdirirəmsə, dəyərləndirmə mərhələsi olmuş olacaq. Sonra, müəyyənləşdirmək, əgər, bax, Azərbaycan dili müəllimlərimiz buradadırsa, diqqətli qulaq assın. Əgər mən əsərdə, verilən əsərdə, mətndə, nə bilim, hər hansısa bir obrazın, yazıçının, tarixi şəxsiyyətin mövqeyini müəyyənləşdirirəmsə, bax, söhbət məndən getmir. Həmin o yazıçının mövqeyinə söhbət gedir. Həmin o yazıçının mövqeyini müəyyənləşdirirəmsə, olacaq nə? Təhlil etmək mərhələsi. Çünki təhlil edir. Mən onun, belə deyək, yazıçının, obrazın, fəaliyyətini, verilən faktları, hər birini təhlil edib, həmin o yazıçının, obrazın mövqeyini müəyyənləşdirməliyəm. Bunun üçün də əsəri mən gərək təhlil edəyəm. Aydındırmı? Və yaxud da əsərin əsas ideyasını müəyyənləşdir. Əsərin əsas ideyasını müəyyənləşdirmək üçün gərək təhlil edəm. Və yaxud da deyək ki, əsas məqamları müəyyənləşdir.
Vacib olanı müəyyənləşdir. Ən uyğununu, ən səmərəlisini, daha vacibini, daha uyğununu müəyyənləşdir desə, yenə də təhlil etmə mərhələsidir. Çünki mən ən vacibini, ən uyğununu, daha səmərəlisini, daha vacib olanını seçmək üçün gərək o əsəri, mətni təhlil edəyəm. Aydındırmı? Ona görə deyək ki, bu təhlil etmək mərhələsidir. Amma belə sadə tapşırıqlar versək, məsələn, ismin quruluşunu müəyyənləşdir, və yaxud da deyək ki, hüceyrənin quruluşunu müəyyənləşdir, bitkilərin növünü müəyyənləşdir. Buna nə götürəcəyik? Bunda götürəcəyik anlamaq mərhələsi. Sonra müəllimlər, başqa. 4-cü suala keçid alaq. 4-cü sualda nə deyir? Deyir, dərsə davamlı gecikən şagird üçün müəllim hansı tədbiri görməlidir? Bu, sizə verilən situasiyadan asılıdır. Bu, deməli, imtahandan çıxan müəllimlərimiz, sertifikasiya imtahandan çıxan müəllimlərimiz daha dəqiq fikrini çatdıra bilmədiyi üçün, yəni mən daha dəqiq bilmədim ki, söhbət nədən gedir. Yəni o verilən situasiya necə idi? Onu bilmədiyim üçün ətraflı şəkildə izah edəcəm bunu sizə. Elə sadəcə müəllimin yadında qalıb ki, dərsə davamlı gecikən şagird üçün müəllim hansı tədbiri görməlidir? Bilmirəm, sual beləmi olubdu, yoxsa əlavələr varmı? Ola bilər ki, biraz geniş situasiya olar. Yəni mən onun hər birini deyəcəm sizə. Dərsə gecikən şagird, əvvəlcə biz görürük ki, dərsə gecikmək üçün birinci növbədə gözləntilərimiz olmalıdır. Gözlənti. Sinifin idarə olunması mövzusuna daxildir bu situasiya. Ümumiyyətlə, sinifi idarə etmək nə deməkdir? Sinifi idarə etmək, sinifdə olan səs-küyün qarşısını almaq, sinifdə olan şagirdlərin nizam-intizam qaydalarına əməl etməsi üçün, ümumiyyətlə, səmərəli öyrənmə mühiti yaranması üçün, sağlam, psixoloji mühitin yaranması üçün biz sinifin idarə edilməsini bacarmalıyıq. Yəni, sinifi idarə etməliyik. Sinifi idarə etməkdə çığırmaqla, bağırmaqla, cəzalandırmaqla, şagirdi tənbih etməklə, valideynə şikayət etməklə, rəhbərliyə müraciət etməklə olmur müəllimlər. Olmur. Çünki baxırsınız ki, davamlı şəkildə bu hal yaşanır. Uşağın öhdəsindən gələ bilmirik. Niyə? Çünki biz sinifi idarə etməyi bacarmırıq. Sinifi necə idarə edirlər? Bax, sinifi idarə edirlər gözləntilərlə, qaydalarla, prosedurlarla. Aydındırmı? Qaydalar, gözləntilər, prosedurlar. Ardıcıllıqla deyirəm. Gözlənti, prosedur, qayda. Qayda ən sonda tərtib olunur. Qayda bilirsiniz nə vaxt tərtib olunur? Görürük ki, davamlı şəkildə bizim qoyduğumuz gözləntilərə əməl olunmur. Davamlı şəkildə qoyduğumuz prosedura əməl olunmur. Davamlı şəkildə. Bax, davamlı deyirəm. Davamlı şəkildə, hər gün, hər dəfə davamlı şəkildə bu gözləntilərə, prosedurlara əməl olunmursa, deyəcəyik ki, burada nə tətbiq olunmalıdır? Qayda. Bilirsiniz niyə? Çünki qaydanın sonunda cəza var. Artıq o uşaq mən prosedur tətbiq edirəmsə, davamlı şəkildə pozuntunu görürəmsə, deməli mən nə etməliyəm? Qayda tətbiq etməliyəm ki, o uşaq artıq belə deyək də bilsin ki, bu hərəkətin, bu pozuntunun axırında, sonunda cəzalanacaq. Təbii ki, o hərəkəti etməyəcək. Çünki o qılınc bəli. Aha. Aha. Əgər bəli. Bəli. Aha. Deməli müəllimə, əvvəlcə onu qeyd edim ki, bunu sinif rəhbərləri tərtib etməlidir. Bunu sinif rəhbəri tərtib etsə daha yaxşı olar. Bunu ümumiyyətlə bu işlərlə sinif rəhbəri məşğul olmalıdır. Sinif rəhbərinə fikir vermisinizmi? Nizam-intizam qaydalarına aid protokolu, aktı, jurnalı falan hamısını bax bu sinif qaydaları nizam-intizam pozulanda da sinif rəhbərini çağırırlar. Sinifdə bir hadisə olanda da sinif rəhbərini çağırırlar. Çünki bunu sinif rəhbərləri tərtib etməlidir. Eyni zamanda bu sinif qayda prosedurları, gözləntiləri, ümumiyyətlə bunlar davranışla bağlıdır. Arzu olunmayan davranışlarla bağlıdır. Bu dərs mühiti ilə bağlı deyil. Yəni öyrənməyə bir təsiri yoxdur. Məsələn, dediniz ki, məsəl üçün fizik tərbiyəmi deyək, fizikamı deyək, kimyamı, bunlar hərəkətli fəaliyyətləri tələb edir. Bunun öyrənməyə heç bir aidiyyatı yoxdur. Yəni şagird dərslə bağlı adidə o səs-küy var ha. O səs-küy əgər işgüzardırsa icazə verilir. İşgüzardırsa. İşgüzar nə deməkdir?
Yəni dərslə bağlıdırsa, indi uşaqdır da, müzakirə eləyəndə səsli şəkildə müzakirə edir, fikirlərini səsli şəkildə ifadə edir və yaxud da deyək ki, yoldaşı ilə dərslə bağlı nəsə müzakirələr aparır səsli şəkildə. Bu işgüzar səs-küydür. İşgüzar səs-küydür. Çünki dərslə Hədə bağlıdır dərsi ona görə. pozulmaq şərti ilə. Bəli. Dərsi pozulmaq şərti ilə müəllim. Bəli. Yəni işgüzar səs-küydürsə, buna icazə verilir. Və eyni zamanda əlbəttə ki, müəllim dərs danışan zaman bu səs-küyə istər işgüzardır, istər qeyri-işgüzardır. Yəni bunlara yol verilmir, yol verilmək olmaz ümumiyyətlə. Ancaq ki, söhbət nədən gedir? Söhbət məsəl üçün mən tapşırıq vermişəm qrupla işə. Bunlar orada səsli şəkildə düşünür, səsli şəkildə müzakirə edirsə, hə, onda bu icazə verilir. Çünki işgüzardır. Bir də var ki, şagird tapşırığı yerinə yetirmir, sinifdən çıxır, gəzir, özü üçün nə bilim, icazəsiz çıxır, nə bilim, deyək ki, sinifdə səs-küy yaradır, yoldaşı ilə əlavə söhbətlər edir, yoldaşının da dərsə qulaq asmasına mane olur. Bax, o qədər belə şagirdlər görmüşük ki, bax, bu qaydalar, prosedurlar məhz bu cür uşaqlar üçündür ki, davranış, arzu olmayan davranışı aradan qaldırmaq üçün. Bu davranışlara nələr daxildir? Birinci növbədə gəlir gözləntilər. Gözləntilər belədir ki, müəllimlər, şagirdin, açar sözlərlə deyəcəm, yadınızda saxlayın, qeydlərinizi aparın. Deməli, gözlənti odur ki, müəllimin şagirdin davranışı haqqında ötürdüyü mesajdır. Mesaj sözünü görsəniz, yəni şagirdin davranışı haqqında ötürülən mesaj sözünü görsəniz, deyəcəksiniz ki, bu gözləntidir. Gözlənti nə deməkdir? Müəllimin şagirddən gözləntiləri yüksək olmalıdır həmişə, yüksək. Məsələn, o müəllim deyir, onsuz da sən oxumursan, onsuz da səndən belirtə, sən onsuz da yağası deyilsən, sən onsuz da bal yığa bilməyəsən, sən onsuz da bu işin öhdəsindən gəlməyəsən, sən girən kol deyil və s. belə tipli ifadələr işlədir. Fikir verirsiniz, müəllimin şagirddən gözləntisi aşağıdır, mənfidir. Bu kimi hallar olmaz. Şagirddən hər zaman yüksək gözləntilər, yəni yüksək gözləntidə olmalıyıq. Məsəl üçün, bacarmırsa deməli ki, hələ ki bacarmırsan və yaxud da deyək ki, şagirdləri öncədən arzu olunmayan davranışların qarşısını almaq üçün onlardan gözləntilər olmalıdır ki, bax, təhlükəsizliyə əməl edin gözləntisi, məsuliyyətli olun gözləntisi, nə qədər ki məsuliyyətsizlik yaranmayıb, nə qədər ki təhlükəsizlik pozulmayıb, onun üçün biz əvvəlcədən gözləntilərimizi tərtib etməliyik. Eyni zamanda sinifin idarə olunması deyəndə yadınıza düşməlidir gözləntilər, prosedurlar və qaydalar yadınıza düşməlidir. Gözləntilər belədir ki, bunların hər biri, daha doğrusu üçü də, gözlənti, prosedur, qayda, bunların hər üçü ilin əvvəlində tərtib olunmalıdır, müəllimlər. Bax, yadınızda saxlayın. Əgər sinifdə konflikt varsa, əgər sinifdə mübahisə varsa, arzu olunmayan bir davranış varsa, siz bu problemi aradan qaldırmaq üçün həmin dəqiqə və yaxud da həmin dərs, qayda, prosedur, gözlənti tərtib etsəz, heç bir xeyri olmayacaq. Heç bir xeyri olmayacaq. Ona görə də deyirlər ki, qaydanı, proseduru, gözləntini ilin əvvəlində tərtib etmək lazımdır. Öz də şagirdlə bir yerdə, şagirdlə birgə tərtib etmək lazımdır ki, şagird bilsin ki, bu fəaliyyətdə mən də iştirak eləmişəm. Yəni, bu qaydaları mən özüm tərtib eləmişəm də, özüm də əməl eləməliyəm. Bax, indiki zamanda uşaqlara deyəndə ki, məsələn, onu eləmə, bunu eləmə, görürsünüz, qıcıqlanırlar, əməl etmirlər, çox əməl eləmir. Sanki deyir, mənə əmr verir. Bir də var ki, mən onlarla birgə təşkil etsəm, o qaydaları tərtib etsəm, şagird onda əməl edir. Çünki o qaydanı özü tərtib edir, bax, ona görə. Deyəcək, özüm qoymuşam, özüm də əməl etməliyəm. Təbii ki, müəllim də bura daxil olmaqla, müəllim də qaydalara əməl etməlidir. Ki, mən bugündən uşağın yanında arzu olmayan bir davranış, hərəkət, ifadə işlədirəmsə, təbii ki, bu şagird də məndən görür, götürür, müəllimin hər bir ifadəsinə, hər bir hərəkətinə ümumiyyətlə uşaqlar diqqət yetirir. Ona görə də müəllim rol model rolunu oynamalıdır. Nümunə, müəllim də əməl etməlidir, şagird də əməl etməlidir. Ona görə də şagirdlə bir yerdə tərtib olunmalıdır bu qayda, gözlənti, prosedur. Gözlənti, məsəl üçün, ola bilər ki, təhlükəsizliyə əməl edin gözləntisi ola bilər. Məsuliyyətli olun gözləntisi əməl edə bilər. Nizam-intizam qaydalarına əməl edin gözləntisi ola bilər. Bax, mən deyirəm, təhlükəsizliyə əməl edin. Bax, uşaqlara başa salmaq lazımdır ki, mən təhlükəsizliyə əməl edin deyəndə nəyi nəzərdə tuturam? Bax, koridorda qaçmayın, yoldaşlarınızla davranışınıza diqqətli olun. Beləliklə, zarafat edəndə də, yəni bir beləliklə, yoldaşınızla haransa bir zarafat hərəkət edəndə də əl, qol hərəkətləri olmasın. Bax, təhlükəsizlik deyəndə bir-birinizi itələməyin,
tələsməyin sinifdən çıxanda və yaxud da deyək ki, pilləkəndən düşəndə tələsməyin. Bax bunların hər biri nədir? Təhlükəsizlik qaydalarına aiddir. Mən bunu bax belə izah eləməliyəm şagirdlərə. Yoxsa ki, mən gəlirəm sinifin küncünə, məsələn, yazıram, gözləntilər təhlükəsizliyə əməl edin, dərs məsuliyyətli olun, nizam-intizam qaydalarına əməl edin. Bunu yazıb yapışdırmaqla deyil, bunu izah eləmək lazımdır şagirdə. Ki, təhlükəsizliyə əməl edin deyəndə mən nəyi nəzərdə tuturam? Şagird də baxa-baxa qalır ki, gözlənti budur da, təhlükəsizliyə əməl edin, məsuliyyətli olun, sonra da nizam-intizam qaydalarına əməl edin. Bunu görürsünüz ki, bax, bir dəfə başa salırsınız, bildirirsiniz ki, yəni bizim gözləntilərimiz budur. İkinci dəfə artıq gələndə, dərsə gələndə müşahidə edirsiniz ki, gözləntiyə artıq heç kəs əməl eləmir və yaxud da sinifin yarısı əməl edir, yarısı əməl eləmir. Niyə? Çünki müəllim bunu başa salmalıdır. Geniş şəkildə bu haqda müzakirə təşkil olunmalıdır. Müəllim başa salmalıdır ki, mən belə deyək, məsuliyyətli olun deyəndə nəyi nəzərdə tuturam? Mən bunu nəzərdə tuturam ki, bax, kitab dəftərləriniz yerində olmalıdır, dərsə hazırlıqlı gəlməlisiniz, sonra üzürsüz səbəblərdən dərsdən geri qalmamalısınız, ümumiyyətlə dərsə davamlı şəkildə gəlməlisiniz. Kitabınız, dəftəriniz hər biri yerində olmalıdır, tapşırıqları vaxtı-vaxtında yerinə yetirməlisiniz. Bax, məsuliyyətli olun budur. Bunu mən beləcə uşaqlara izah etməliyəm. Eyni zamanda mən bunu izah edirəmsə, bu davamlı şəkildə pozulursa, deməli, mən artıq nə tərtib etməliyəm? Qayda. Deməli, mənim bir çıxış yolum var, o da qayda tərtib etməkdir. Çünki davamlı şəkildə pozulur. Bir dəfə, iki dəfə, üç dəfə artıq davamlı şəkildə görürüm ki, heç kəs eləmir gözləntiləri. Deməli, mən tətbiq etməliyəm, qayda tətbiq etməliyəm ki, uşaq bilsin ki, cəza var. Qaydanın sonunda cəza olur. Bu cəzada müəllimlər bu vurmaqdan, döyməkdən, küncə qoymaqdan, sinifdən çıxartmaqdan, şikayətdən, valideynə şikayət eləsin. Bundan söhbət getmir. Ümumiyyətlə belə cəzalandırma yoxdur artıq. Belə olmaz cəzalandırma. İndi necə cəzalandırmaq olar bəs? Məsəl üçün, qaydanı pozursa mən onu necə cəzalandırım? Məsəl üçün, tənəffüs əlindən ala bilərik. Tənəffüsə çıxmasını əngəlləyə bilərik də, tənəffüsü əlindən ala bilərik. Tapşırıqların sayını çoxalda bilərik. Ev tapşırıqlarının sayını çoxaldaraq biz buna cəza tətbiq edə bilərik. Təbii ki, uşaqların da ən sevdiyi tənəffüsə çıxmaqdır. Bu da görəcək ki, tənəffüsə çıxa bilmir. Müəllim bunun əlindən tənəffüsə alacaq. Ona görə məcbur qalıb o qaydalara əməl edəcək. Sonra məsəl üçün deyə bilərik prosedurlardan danışaq. Məsələn, dedik ki, gözləntilər hansılardır? Müəllim hər zaman şagirddən yüksək gözləntilərdə olmalıdır. Ona görə ki, aşağı gözləntilərdə olsaq, yəni zəif gözləntimiz və yaxud da deyək ki, zəif nəticələrimiz, gözləntilərimiz olsa, şagird əlbəttə ki, deyəcək, onsuz da müəllim mənə maraqlanmır, onsuz da müəllim mənə oxumayan kimi görür, onsuz da müəllim məni görəsi gözü yoxdur, ona görə mən bildiyimi edim. Və şagirdlər qapalı düşüncə tərzinə keçir. Ona görə daima bizim gözləntilərimiz yüksək olmalıdır. Məsəl üçün, nizam-intizam qaydalarına riayət edin, məsuliyyətli olun, dərsə vaxtında gəlin, baxın, məsuliyyətli olun. Bax, bu kimi qaydalara, bu kimi gözləntilər tətbiq etməliyik. Gözləntilərə də əməl olunmazsa, əgər məsəl üçün, bugün əməl olunub, sabah əməl olunmuyubdur, sinifin yarısı əməl eləyir, yarısı əməl eləmir. Belə bir hallarla müşahidə etsək, təbii ki, günah müəllimdədir. Niyə? Çünki müəllim ətraflı şəkildə onu izah eləməyibdir. Məsəl üçün, təhlükəsizliyə riayət edin deyəndə, müəllim ətraflı şəkildə izah eləməyibdir ki, mən təhlükəsizlik deyəndə nəyi nəzərdə tuturam? Bunu ətraflı şəkildə mən izah etməliyəm. Və yaxud da məsuliyyətli olun. Məsuliyyətli olun deyəndə nəyi nəzərdə tuturam? Bunu ətraflı şəkildə mən geniş şəkildə şagirdlərlə müzakirə etməliyəm. Deməli, müəllim bunu da izah edibsə və davamlı şəkildə pozuntu baş verərsə, gözləntilərə əməl olunmazsa, mən artıq keçməliyəm qaydaya. Sonra gəlir prosedurlar. Prosedur nədir? Prosedur bir ardıcıllıqdır, müəllimlər, ardıcıllıq. Məsələn, deyək ki, məsəl üçün, bircə dəqiqə, deyək ki, sinifdən çıxmaq üçün prosedur. Sinifdən çıxmaq üçün, məsələn, zəng vurulur, bir də görürsünüz ki, şagirdlərin hamısı yerindən durur, çıxır çölə. Səs-küy, heç müəllimi sayan da yoxdur, imkan vermirlər ki, birinci müəllim çıxsın, bu hörmət, mədəniyyət ümumiyyətlə yoxdur. Deməli, bunların qarşısını almaq üçün mən neynəməliyəm? Prosedur tətbiq etməliyəm. Və yaxud da uşaq müəllimi çağırır, dərs vaxtı. Səsi düşüb aləmə, müəllim, bura gəl, müəllim, bir dənə bura gəlin, müəllim, falan şey. Bu belə olmalı deyil. Axı, bu digər şagirdlərə mane olur. Baxırsınız ki, uşaqlara tapşırıq vermişsiniz, hamı başını sağlaşa tapşırıq yazır. Bir dənə şagird oradan, müəllim, bura gəlin bir dənə. Səsini atıb başına ki, bura gəlin. Fikir verirsiniz, bu olmaz axı. Ona görə də biz yaxınlaşırıq.
biz yaxınlaşırıq həmin şagirdə. Deməli, prosedurlarımızı, qaydalarımızı tərtib edirik. Prosedurlardan şagird bilməlidir ki, müəllimi çağıranda hansı ardıcıllıqla çağırmaq lazımdır. Məsələn, şagird prosedurlarda necə yazılmalıdır? Şagird o prosedurlarla necə çağırmalıdır müəllimi? Əlini qaldırmalıdır. Gözləməlidir ki, müəllim onu görsün. Müəllim onu görəndən sonra əlini yendirir aşağı, müəllimin ona yaxınlaşmasını gözləyir. Müəllim də buna yaxınlaşır, soruşur, sualını verir, yəni buna maraqlanır. Yəni sualını onda verir. Bax, bu ardıcıllıq belədir. Yoxsa ki, ayağa dursun, gəlsin müəllimin yanına, ya nə bilim, səsini uzatsın, müəllimi çağırsın. Bu kimi hallar yol verilməzdir. Yəni bunların qarşısını almaq üçün biz prosedur tətbiq edirik. Və yaxud da sinifdən çıxmaq. Baxırsınız ki, zəng vurulan kimi hamı birgə durur, qaçır qapıya. Ev tapşırığı qaldı orada və yaxud da deyək ki, heç maraqlanmırlar, heç nə bilim, deyək ki, birinin əşyası qalır, birinin kitabı qalır, birinin paltarı qalır. Çıxırlar, gedirlər. Və eyni zamanda müəllim bu kimi halların qarşısını almaq üçün təbii ki, prosedur tətbiq etməlidir. Ardıcıllıqla necə olar qapıdan çıxmaq, yəni sinifi tərk eləmək proseduru necə olar? Şagirdlər zəng vurulanda növbəyə düzülürlər. Birinci növbədə kitab dəftərlərini yığışdırırlar, çantasına qoyurlar, partanın altını yoxlayırlar və sinifdə olan digər lazımsız əşyaları, yəni o yerə düşən zibillər ki var, onları yığışdırırlar. Partanın altını yoxlayırlar, kitab dəftərlərini sərgəli şəkildə çantasına yığırlar və növbəyə düzülürlər. Növbəyə düzüləndən sonra zəng vurulanda bir-bir növbəli şəkildə sinifdən çıxırlar. Fikir versiniz, necə səliqəli, necə gözəl bir sinif tərk etmə metodudur. Halbuki buna heç kəs əməl edir. Amma yenə də biz tərtib etməliyik. Sinifdən sırayla növbəylə çıxırlar bunlar və prosedurumuz, yəni sinifi tərk etmə prosedurumuz da budur. Sonra iş vərəqləri paylananda və yaxud da gündəliklərin yığılması bizim qlobal problemimiz. Gündəlik yığılanda hamı durur ayağa, gəlirlər müəllimin başına toplaşırlar. Müəllimin stoluna yaxınlaşırlar. Ümumiyyətlə gəlirlər, hamısı bir yerdə durur. Gəlir müəllimə tərəf, nədir, bir dənə gündəlik verəcəklər. Müəllim də bunun qarşısını alması üçün, bax, görürsünüz, dərs pozulur. Şagirdlərin hamısı durur ayağa, gəlir. Bu gündəlik qoyunca, gedincə, nə bilim, biz uşaqlar yerində əyləşincə dərs pozuntusu yaşanır. Ona görə də bu kimi pozuntuların qarşısını almaq üçün prosedurlar tətbiq etməliyik. Məsələn, necə? Mən gündəlik yığmaq istəyirəm. Şagirdlərə başa salırıq ki, prosedurlarda göstərməliyik ki, bu prosedurda birinci növbədə şagirdlər növbəli şəkildə gündəlik bir-birini ötürməlidirlər. Yerlərindən tərpənmirlər. Elə əyləşirlər, yəni yerlərində əyləşirlər. Ayağa durmamaq şərti ilə bir-birlərinə gündəlik ötürürlər. Həmin o gündəlik sinifi fırlanır, belə sinifi yəni də bir-birinə ötürə-ötürə gəlir birinci partada əyləşənə təqdim edirlər. Birinci partada əyləşən, yəni mənim ön sırada, mənim qarşımda əyləşən, birinci partada əyləşən şagird həmin gündəliyi toplayır, müəllimə təhvil verir. Görürsünüz, necə səliqəli şəkildə, necə gözəl, səs-küy olmadan, sinif dərs pozulmadan, gözəl bir şəkildə sırayla növbəli şəkildə ötürürlər, müəllimə gəlir çatır o gündəlik. Bu da bizim iş vərəqlərinin paylanılmasında da belədir, gündəliyin yığılmasında da belədir, tapşırıqların təqdim edilməsi. Bax, tapşırıqların təqdim edilməsi proseduru budur. Sonra dərsə gecikmək. Dərsə gecikəndə də bir prosedur tətbiq edirik. Necə? Sinifə, məsələn, uşaq gecikib dərsə, biz də dərs izah edirik. Uşaq əvvəl necədir? Gəlirdi, qapını döyürdü, 2 saatda dururdu qapının ağzında ki, müəllim buna icazə versin. Müəllim də danlayırdı. Hələ bir soru-sual da edirdi ki, niyə gecikmirsən? Nə bilim, bir tənqid edirdi. Üstə gəlib hələ bir təhqir eləyən müəllimlərimiz də olurdu. Uşaq da yazıq utanırdı. Ya çıxırdı çölə, ya da ki, çıxması ondan, çıxsa ondan yaxşıdır. Gəlirdi, otururdu yerində. Bir dərsin yarısı da getdi. O uşağı tənbih eləməyə getdi. O niyə dərsə gecikmirsən söhbətinə görə dərsin vaxtı getdi, zəng də vuruldu, qaldı dərs orada, uşaqlar da fikri yayındı. Belə hallar olmaz. Yaxşı, mən dərsə gecikməyin prosedurunu necə tətbiq edə bilərəm? Dərsə gecikməyin proseduru. Müəllim bu proseduru tətbiq edir. İlin əvvəlində, sentyabrın 15-də. Şagird dərsə gecikib, gəlir qapını açır sakitcə. Heç bir icazə falan, heç nə danışmadan qapını açır, keçir içəriyə, daxil olur
partasında əyləşir, kitab dəftərini çıxarır, dərsə adaptasiya olur, dərsə fikir verir. Belə olduğu halda həm digər yoldaşlarının fikrini dağıtmır, yayındırmır, həm də ki dərsi pozmur. Görün necə gözəl bir prosedurdur, necə gözəl bir ardıcıllıqdır. Fikir verirsiniz müəllimlər, gözəl bir ardıcıllıqdır. Ona görə də bu prosedurları tətbiq etmək mütləqdir. Eyni zamanda başqa məsəl üçün deyə bilərik ki, dərsə gecikmək prosedurudur, iş vərəqlərinin paylanması və ümumiyyətlə tapşırıqların təqdim olunması proseduru, müəllimi çağırmaq üçün olan bir prosedur. Bir də şagirdlərin diqqətini mən dərsə cəlb etmək istəyirəm. Müəllim 2 saat lövhədə gözləyir ki, uşaq əlində olan dəftər qələmi yerə qoysun, müəllimə baxsın. Və yaxud da uşaq sözünü bitirsin, və yaxud da uşaq əyləşsin. Nə bilim, ay uşaq əyləş yerində, diqqətlə qulaq as, nə bilim, ört kitabı, ört partanı, deməli sumkanı, nə bilim, bunu deməkdən vaxt da getdi, dərsdə izah olunmadı, mövzu qaldı orada. Ona görə də bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır? Dərsə diqqətlə qulaq asın prosedurunu tərtib etməliyik. Məsələn, o prosedurları tətbiq edəndə birinci növbədə göstərməliyik ki, kitab dəftərləri bağlayırsınız, qələmləri yerə qoyursunuz, diqqətlə müəllimi dinləyirsiniz. Məsəl üçün, müəllim bir dəfə BDT deyir ki, uşaqlar, yeni dərsimizin izahatına keçirik. Artıq uşaq bilməlidir ki, burada kitab dəftəri bağlayacaq, qələmləri yerə qoyub diqqətini müəllimə yönəldəcək. Bax, bu da dərsə diqqətlə qulaq asın, dərsə qulaq asmaq prosedurudur. Sonra, mən görürəm ki, bu prosedurlar deməli, bugün əməl olunub, amma sabah pozuldu. Sabah buna heç kəs əməl eləmir. Və yaxud da sinifdə 30 nəfər uşaq var, bunun yarısı əməl eləyir, yarısı əməl eləmir. Deməli, mən nə etməliyəm? Həmin dəqiqə qayda tərtib etmək yox, olmaz. Həmin dəqiqə qayda tərtib olunsun, yox. Nə etmək lazımdır? Günah müəllimdədir. Yenə də günah müəllimdədir. Müəllim proseduru tətbiq edəndə birinci növbədə onu öyrətməlidir. Bax, mən sizə necə ki öyrədirəm ki, proseduru necə tətbiq edirlər, proseduru necə icra edirlər, prosedur ümumiyyətlə nə deməkdir? Bax, görürsünüz, mən sizə öyrədirəm bunu. Müəllim də uşağa belə öyrətməlidir. İkinci növbədə məşq elətdirməlidir. Məşq elətdirmək nə deməkdir? Yəni, hər gün davamlı şəkildə şagirdlərin bu prosedurları icra etməsi üçün şərait yaratmalıdır, təlimat verməlidir. Məsəl üçün, deməlidir ki, uşaqlar, bizim dərsi diqqətlə dinləmək prosedurumuz var. Şagird o dəqiqə başa düşür ki, dərsi diqqətlə dinləmək proseduruna əməl etmək lazımdır. Mən necə dərsə diqqət etməliyəm. Şagird artıq o yolu bilir. Ona görə də tez-tez xatırlatmaq lazımdır, məşq elətdirmək lazımdır, davamlı şəkildə. Məsələn, uşaqdır, indi ola bilər ki, yadından çıxar, deməli, dərsə diqqətli olun proseduru, bunu yadından çıxar. Ona görə də müəllim deməlidir ki, məsəl üçün də, uşaqlar, kitab dəftəri örtün, qələmləri yerə qoyun. Bax, artıq müəllim belə deməklə uşaq bilir ki, prosedurları icra eləməlidir. Ona görə də mən məşq elətdirməliyəm. Prosedurları məşq elətdirməliyəm. Üçüncü gəlir, həmin bu prosedurları öyrədəndən sonra, məşq elətdirəndən sonra möhkəmləndirməliyəm. Möhkəmləndirməliyəm ki, unutmasınlar. Və bir fəaliyyəti də 21 gün davamlı olaraq təkrar edəndə o vərdiş halına çevrilir. 21 gün davamlı olaraq bir fəaliyyəti icra edəndə o vərdişə çevrilir. Yəni, vərdişə çevirmək üçün gərək 21 gün onu təkrarlayaq. Ona görə də biz ən azından 21 gün o prosedurları davamlı şəkildə şagirdlərin icra etməsi üçün təlimat verək. Onun üçün də biz şagirdlərin deməli, öyrədəndən sonra məşq elətdirməliyik. Daha sonra öyrətdiklərimizi, məşq edilən prosedurlar məşq edildi, vərdiş halına gəldi, artıq möhkəmlətdirməliyik. Deməli, vərdiş halından sonra onsuz da o möhkəmlənəcək. Yəni, yadlarından çıxmayacaq. Möhkəmləndirmək bu deməkdir ki, yəni yadlarından çıxmayacaq. Bəs görsəm ki, yaxşı, bunu mən öyrətmişəm, məşq elətdirmişəm, möhkəmlətmişəm. Bəs yaxşı, bu axı yeni pozulur axı. Görürəm, heç kəs əməl eləmir. Və yaxud da davamlı şəkildə pozulur, davamlı şəkildə, bax, davamlı deyirəm, davamlı şəkildə pozulur, sinifin yarısı əməl edir, yarısı əməl etmir, ümumiyyətlə, heç prosedur falan yaddan çıxıb gedib. Nə etməliyəm? Qayda tətbiq etməliyəm. Qayda olandan sonra elə qəşəng əməl eləyəcəklər ki. Ona görə də qaydamı tərtib etməliyəm. Şagirdlər də məcbur qalacaq, o prosedurlara əməl edəcək. Çünki qaydanın sonunda axı cəza var ona görə. Yadınızda saxlayın ki, cəza bir dənə olur qaydada. Cəza gözləntidə cəza olmur, prosedurda cəza olmur. Cəza harda olur? Qaydada. Cəza da deyəndə vurmaqdan, döyməkdən, nə bilim, sinifdən çıxartmaqdan söhbət getmir. Nə bilim, tənəffüzü onun əlindən ala bilərsiniz, əlavə tapşırıqlar verə bilərsiniz, bax belə. Sonra gəlir bizim
deməli qaydalarımızın özü. Qaydalar dedim ki, davamlı şəkildə arzu olmayan davranışlar müşahidə etdikdə, bax davamlı şəkildə deyirəm. Davamlı şəkildə gözləntilərin, prosedurların pozulduğunu görsək, davamlı şəkildə arzu olmayan davranışları görsək, müşahidə etsək, biz məcburuq ki, qayda tərtib edək. Təbii ki, bu qaydanı ilin əvvəlindən tərtib etmək lazımdır. İlin əvvəlindən hər üçünü tərtib edib bir sinifin küncündən asmaq lazımdır. Şagird də bilir ki, birinci növbədə müəllim mənə həmin dəqiqə qayda tərtib etmirdi. Birinci gözlənti tərtib edib. Mən bu gözləntiyə əməl etməliyəm. Əməl etməsəm qayda tərtib olunacaq. Yəni qaydalara keçəcəyik. Prosedurlar var. Bu prosedurlara əməl etməsəm qayda var. Ona görə də qayda birinci növbədə gəlmir. Qayda davamlı şəkildə arzu olmayan davranışların müşahidə etdikdə qayda tərtib olunur. Qaydaya keçid olur. Ona görə də deyirik ki, qaydaların sonunda cəza var. Və eyni zamanda qeyd etmək lazımdır ki, qaydaları da şagirdlərlə bir yerdə tətbiq etmək lazımdır. Ümumiyyətlə hər üçü ilin əvvəlində şagirdlərlə bir yerdə tərtib olunur. Və eyni zamanda qaydalar 3-5 dənə olmalıdır. Minimum 3 dənə, maksimum 5 dənə. Qaydanın çox olmağı, ümumiyyətlə qaydaları artırım, sayını artırım, nə bilim, görürəm ki, arzu olmayan davranış varsa, sinifdə uşaqlarda arzu olmayan davranışlar, konfliktlər, münasibətlərin pozulması, bunları müşahidə edirəm. Mən gəlim qaydaların sayını artırım, belə bir şey olmaz. 3-5 dənə olmalıdır. Vəssalam. Hansı variantda ki, artırmaq sözünü görürsünüzsə, yəni qaydaların sayını artırmaq, bilin ki, o variant yanlış. Çünki qaydanın sayını artırmaq olmaz müəllimlər. Olmaz. 3-5 dənə olmalıdır. Sonra qaydalar deyir ki, sonunda cəza gözləyir. Yəni qaydalara əməl olunmadıqda cəza gözləyir. Bu cəza da dedik ki, məsələn, tənəffüslərlə ala bilərik, əlavə tapşırıqlar verə bilərik. Yəni bunlardan söhbət gedir. Daha sonra məsəl üçün qeyd edə bilərik ki, sinifin idarə olunmasında, yəni 3 əsas məqamdır ki, gözləntidir, qaydada prosedurdur. Birinci gözlənti gəlir, ikinci prosedur gəlir, üçüncü qayda gəlir. Bunun da hər birini yekun şəkildə məlumatlı olmuş olduq. Gözlənti bir mesajdır, şagirdin davranışı haqqında ötürüldüyü mesajdır. Prosedur ardıcıllıqdır. Bax, ardıcıllıq sözünü görəndə prosedurdur. Prosedurun özü 3 mərhələdən ibarətdir. Öyrətmək, vərdiş, deməli, məşq elətdirmək, öyrətmək, məşq elətdirmək, üçüncü mərhələ möhkəmləndirmək. Qaydalarda da cəza olur. Qayda da davamlı şəkildə arzu olmayan davranışlar müşahidə olunanda tətbiq olunur. Sonra müəllimlər, məsəl üçün, indi burada sinifin idarə olunmasına aid, bax, burada bir sualımız var. Deyir, dərsə davamlı gecikən şagird üçün müəllim hansı tədbiri görməlidir? Davamlı gecikirsə əgər, deməli, bu şagird gözləntilərə əməl etmir. Düzdür, gözləntilərə əməl etmir. Dərsə hazırlıqlı gəlin, məsuliyyətli olun. Bax, bu kimi gözləntilərə əməl etmir. Deməli, bu şagird belə deyək də məsuliyyətsizlik edir. Dərsə davamlı şəkildə keçmək üçün məsuliyyətsizlik edir. Amma həmin dəqiqədə qayda tərtib etmək olmaz da, yəni cəzalandırmaq olmaz. Ona görə birinci növbədə əgər verilən variantların içərisində fərdi söhbət varsa, səbəbini araşdırmaq lazımdır. Bunun üçün də şagirdlə fərdi söhbət aparmaq lazımdır. Əgər bu qaydanı tərtib etmişiksə, gözləntini tərtib etmişiksə, birinci növbədə gözlənti lazımdır. Bu gözləntiyə əməl etmirsə, davamlı şəkildə, baxın, görürsünüz, burada davamlı şəkildə söhbəti var. Deməli, mən keçməliyəm qaydaya. Deməli, bu davamlı şəkildə bu proses baş verirsə, keçməliyəm qaydaya. Amma həmin dəqiqədə qaydaya keçib cəzalandırmaq olmaz. Birinci növbədə bunun səbəbini soruşmaq lazımdır. Səbəb nədir ki, bu uşaq gecikir? Bəlkə bir problemi var evdə, bəlkə bir ailə-daxili problemi var, bəlkə elə bu şagirdin problemi özündədir. Bunu araşdırmaq üçün şagirdlə fərdi söhbət aparıb, bunun səbəbini müəyyənləşdirmək lazımdır. Və eyni zamanda qaydalar tərtib etmək lazımdır ki, davamlı şəkildə hər zaman artıq bir nəticə yoxdursa, davamlı şəkildə pozuntu yenə də müşahidə olunursa, əlbəttə ki, qayda tərtib etmək lazımdır. Sonra digər gəlir müəllim-valideyn münasibəti barədə yanlış olanı müəyyənləşdirmək lazımdır. Bilirik ki, müəllim-valideyn münasibətində müəllim hər zaman, belə deyim də, müəllim hər zaman təşəbbüsü ələ almalıdır. Və eyni zamanda təşəbbüsü ələ almaq nə deməkdir? Yəni, əgər valideyn müəllimlə tanışlıq üçün addım atmırsa,
Müəllim addım atmalıdır. Müəllim tanımaq üçün təşəbbüs göstərməlidir valideyni. Məsəl üçün deyək ki, mesajdır, zəng etməlidir ya da mesaj falan yazmalıdır və yaxud da deyək ki, pozitiv bir dənə ilin əvvəlində pozitiv sinif iclası, daha doğrusu valideyn iclası keçirməlidir. Bir də bunu qeyd edim ki, sinif iclası ayrıdır, valideyn iclası ayrıdır. Sinif iclası şagirdlərlə bir yerdə keçirilir. Valideyn iclası isə adından göründüyü kimi valideynlərlə bir yerdə keçirilir. Sonra müəllim valideyn münasibətlərində əsas olan, yəni diqqət yetirməli məqamlar hansılardır? Ümumiyyətlə birinci növbədə ilin əvvəlindən başlayaq. Məsəl üçün deyək ki, siz ilin əvvəlindən sentyabrın 15-də valideynlərlə tanış olmaq üçün nə etməlisiniz? Bilirsiniz ki, müəllimlə valideyn əməkdaşlıq etməlidir. Əməkdaşlıq zəruridir. Yəni məktəb, valideyn, müəllim münasibətləri zəruridir. Müəllim də valideyn hər zaman əməkdaşlıq etməlidir. Hər zaman əlaqə qurmalıdır. Ona görə də müəllim ilin əvvəlində valideynləri tanımaq üçün ümumi pozitiv valideyn iclası keçirməlidir. Pozitiv. Valideynləri tanımaq üçündür bu valideyn iclası. Daha sonra görsək ki, hər hansısa bir valideyn çəkinir bizlə əlaqə saxlamaq üçün, utanır və yaxud da deyək ki, ümumiyyətlə çox da əməkdaşlığa maraq göstərmir. Təbii ki, özümüz təşəbbüsü əl almalıyıq. Özümüz yəni valideynə addım atmalıyıq əməkdaşlıq göstərmək üçün. Özümüz mesaj yazmalıyıq. Fərdi şəkildə məsələn tanış olmaq üçün valideyn iclasına dəvət etməliyik. Yəni bu addımı biz özümüz atmalıyıq. Bu təşəbbüsün ələ alınması deməkdir. Və yaxud da deyək ki, israrlı olmaq. İsrarlı olmaq, bəli, müəllim israrlı olmalıdır valideynlə əməkdaşlıq etmək üçün. Nə zaman israrlı olmalıdır? Əgər biz valideyni iclasa çağırırıqsa, valideyn gəlmir, zənglərə cavab vermir. Ümumiyyətlə heç mesajlara baxmır. Bir səs soraq yoxdursa, təbii ki, biz yenə də israrlı olmalıyıq. İsrarlı olmaq o demək ki, yəni davamlı şəkildə müraciət etməliyik. Da mən durum gedim onun evinə çıxım, yox. Yəni belə bir variant verilsə ki, sizə müəllim deməli getməlidir həmin şagirdin evinə, nə bilim valideynlə əlaqə qurmaq üçün evinə getməlidir? Yox, əlbəttə ki, yox. Bunun bir neçə yolları var. Məsəl üçün telefon var. Əgər telefonlara da cavab vermirsə, məsələn şagirdin gündəliyi var. Və yaxud da həmin şagirdə yaxın bir, məsəl üçün deyək ki, digər şagirdlər var da, indi yaxın qalırlar ərazidə və yaxud da deyək ki, heç o da yoxdursa, özüm israrlı olmalıyam. Gündəliyə məsəl üçün qeydlər aparmalıyam. Sinif rəhbəri var, sinif rəhbərinə müraciət etməliyəm. Əgər belə deyək də, zənglərə cavab vermirsə, o yazdığım gündəlikdə yazdıqlarımı da oxumursa, görürəm ki, bu davamlı şəkildə ümumiyyətlə müşahidə edirəm ki, bu valideyn ümumiyyətlə maraqlanmır da, mənlə əlaqə qurmur ümumiyyətlə. Heç maraqlanmır öz övladı ilə. Ona görə də bunun başqa yolları var ki, israrlı olmalıyam. Zəng etməliyəm, mesaj yazmalıyam, davamlı şəkildə bir tədbir görməliyəm. Sonra, yəni israrlı olmaq budur müəllimlər. Yəni deyim ki, hə, valideyn mənim zəngimə cavab vermədi, hə, cavab vermir, verməsin, heç mən də buna maraqlanmıram, onun uşağı ilə belə olmasın yəni. İsrarlı olmaq o deməkdir ki, yəni bir dəfə zəng eləmisən, növbəti dəfə bir də zəng elə. Mesaj yaz, uşağın gündəliyi var, gündəliyə yaz. Yəni budur. Yoxsa mən bunu böyük bir problemə çevirim, məktəb rəhbərliyinə şikayət edeyim həmin dəqiqə. Və yaxud da deyim ki, digər valideynlərin yanında bunu işıqlandırım. Əlbəttə ki, yol verilməz bir haldır. Müəllim özü çalışmalıdır ki, israrlı olmalıdır ki, valideynlə əlaqə saxlasın. Bunun üçün yenə deyirəm, gündəlik var, bunun üçün telefon var, mesaj var. Ona görə də müəllim hər zaman israrlı olmalıdır. Sonra valideyn iclaslarını ümumiyyətlə biz ümumi də keçirə bilərik, fərdi də keçirə bilərik. Və yaxud da deyə bilərik ki, valideyn iclaslarında fərdi şəkildə söhbət aparmaq lazımdır. Ən çox fərdiyə üstünlük vermək lazımdır. Şagirdin müsbət cəhətlərini, mənfi cəhətlərini vurğulamaq üçün, hər hansısa bir arzu olmayan davranış haqqında məlumat vermək üçün fərdi keçirilməlidir. Bu öz yerində və eyni zamanda bax burada qeyd olunur ki, müəllim valideynə övladı barədə həmişə yaxşı müsbət tərəflərini bildirməlidir. Xeyr. Həmişə yaxşı müsbət tərəflərini o deməkdir ki, yəni bunun bir mənfi tərəfləri olanda, bir arzu olmayan bir hərəkət olanda və yaxud da dərs oxumayanda mən valideynə bildirməyim deməkdir. Bu da olmaz axı. Valideynə ancaq mənfiləri demək, ancaq müsbətləri demək, valideynin, şagirdin mənfi tərəflərini gizlətmək olmaz.
Normal şəkildə valideynlə əməkdaşlıq etməliyik, sözümüzü çatdırmalıyıq. Təbii ki, bizim çatdıracağımız söz də şikayət xarakterli yox, təbii ki, bir məsləhət xarakterli olmalıdır, əməkdaşlığa söykənən, eyni zamanda problem varsa, birgə şəkildə həll olunacaq dərəcədə, yəni belə bir müraciət olmalıdır. Məsəl üçün, deyə bilərik ki, həmişə yaxşı yox. Təbii ki, birinci müsbət müraciət etməliyik, məlumat verməliyik. Birinci müsbətdən başlamalıyıq. Müsbət rəy verməliyik, müsbətdən başlamalıyıq. Sonra arzu olmayan davranışlarını şikayət xarakterli deyil. Yəni, yenə deyirəm, həssas şəkildə və yaxud da deyək ki, həmin valideyn əgər arzu olmayan bir davranış, problem varsa, gəlin bunu bir yerdə həll edək kimi ifadələrdən istifadə etmək lazımdır. Yəni Deməli, birinci müsbət tərəflərindən başlayıb şagirdin, sonra problemə gəlmək lazımdır. Belə başa düşdüm, düzdür? Bəli, birinci müsbət tərəflərini vurğulamaq lazımdır. Sonra isə çatışmayan cəhətlərini həssas bir şəkildə şikayət xarakterli deyil, problemin birgə həll olunması üçün əməkdaşlığa təşviq etmək lazımdır. Bax, burada da qeyd olunur ki, müəllim valideynə övladı barədə həmişə yaxşı müsbət tərəfi, o deməkdir ki, yəni mən bunun mənfi tərəfini gizlədim deməyim. Və yaxud da mənfi tərəfini demək, belə düşsək, yəni müəllim valideyni övladı barədə mənfi deyək ki, tərəflərini, övladın mənfi tərəflərini deməlidir. Hər zaman deməlidir, həmişə deməlidir və yaxud da rəy verərkən birinci mənfi tərəflərini vurğulayırsa, yəni bu kimi ifadələr yol verilməzdir. Birinci müsbət tərəfini, sonra isə birinci, yəni müsbətlə başlamalıyıq da. Mənfi ilə başlasaq, valideyn deyəcək ki, elə nə oldu, səndən həmişə mən şikayət eşidirəm. Elə müəllim həmişə səndən şikayət deyir. Ona görə də bu artıq valideyn də bir növ elə bir ki, iclaslardan, müəllimlə əməkdaşlıq etməkdən çəkinəcək. Bir də görəcəksiniz ki, iclasa gəlmir, zəhlərinizə cavab vermir. Niyə? Çünki deyəcək, ancaq mən səndən ancaq şikayət eşidirəm. Mən hər dəfə gedirəm valideyn iclasına, elə sənin şikayətlərini eşidirəm, ona görə də getmirəm. Ona görə də yəni əməkdaşlıq bir növ elə bil ki, münasibətlər pozulmuş olacaq. Yəni müəllimlə əməkdaşlıq pozulacaq. Ona görə də birinci müsbətləri demək lazımdır ki, bir valideyn də ürəklənsin ki, bunun müsbət bir tərəfləri var, müsbət cəhəti var bu uşağın. Sonra mənfiləri demək lazımdır. Mənfiləri də yenə deyirəm, şikayət xarakterli yox. Məsələn, uşaq vurub pəncərəni sındırıb. İndi bu xəbəri gələk çatdıraq valideynə. Bunu belə şikayət xarakterli, belə ajotaj şəklindəki, nə bilim, üzr istəyirəm, belə bir tərbiyəsizlik edib, belə bir, nə bilim, davranış sərgiləyib və yaxud da deyək ki, ən pis şagirddir, pis rəftar edibdir və yaxud da deyək ki, hamı bundan şikayətlənir, hamı bundan narazıdır. Bax, belə desək, üstəgəl də valideyn o uşaqla pis danışacaq. Yəni deyək ki, beləcə həmin o uşaqla da münasibəti, valideynlə uşağın da münasibəti pisləşəcək, pozulacaq. Eyni zamanda müəllimlə də valideynin münasibəti pozulmuş olacaq. Məsələn, elə valideynlər var ki, uşağın üstündən gəlir. Deyəcək, qırıb əcəb eləyibdir. Və yaxud da deyəcək ki, məsəl üçün də münasibətlər pozulacaq, müəllimlə əməkdaşlığı pozulmuş olacaq, bir daha müəllimlə kontaktda daxil olmayacaq həmin valideyn. Ona görə də biz bunu bir problemdir də, bu şagirdin bu pəncərənin şüşəsini qırması bir problemdir. Bu problemi aradan qaldırmaq üçün demək lazımdır ki, əməkdaşlıq birgə şəkildə əməkdaşlıq edərək bu problemi aradan qaldırmaq üçün bir həll yolları göstərmək lazımdır valideynə. Məsəl üçün, siz də nəzarətdə saxlayın uşağı, siz də başa salın, siz də evdə məşğul olun, siz də bu barədə onunla söhbət aparın, şəxsi söhbət. Bax, fikir verirsiniz, belə deyəndə həm valideyn belə maariflənmiş olur, valideyn bilir ki, uşaqla nə cür danışmaq lazımdır. Bəlkə valideyn də bilmir necə danışmaq lazımdır. Elə valideynlər var ki, məsəl üçün, uşaqla danışmağı bacarmır. Ancaq bununki vurmaqdır, təhqir eləməkdir, üzr istəyirəm. Yəni, belə bir ifadələr. Bu qədər valideynlər görmüşəm ki, gəlir sinifdə uşağı təhqir edir, deyək ki, döyür. Yəni, bu ifadələr olmamalıdır. Buna görə də müəllim hər zaman valideynlə əməkdaşlıqda diqqətli olmalıdır. Yəni, biz elə bir söz deyə bilərik ki, o uşağı gedib uşağa xəsarət yetirə bilər. Valideyn, bəlkə elə, məsəl üçün, elə valideynlər var ki, həqiqətən də uşağını vurmaqla, döyməklə tərbiyələndirir. Çox təəssüflər olsun ki. Ona görə də biz hər zaman ifadələrimizə diqqətli olmaq lazımdır. Birinci müsbətlərdən başlamaq lazımdır. Sonra da problemi aradan qaldırmaq üçün birgə əməkdaşlığa çağırmaq lazımdır. Yəni, bir növ bunu şikayət kimi mən deyim, çatdırım valideynə yox. Yəni, belə bir problem yaşanıb, bu problemi aradan qaldırmaq üçün siz də mənə kömək etməlisiniz. Evdə də siz fərdi söhbət aparın bu uşaqla, nəzarətdə saxlayın və ya da bunun səbəbini siz də öyrənin. Bəlkə elə səbəb var ki, bu uşaq mənə deməyibdir. Bəlkə elə məsəl üçün də
elə bir şərait yaranıb ki, bəlkə elə bir vəziyyət yaranıbdır ki, o uşaq məndən gizlədir bunları. Ona görə də bunlarla bu barədə siz də danışın. Yəni belə danışmaq lazımdır. Və eyni zamanda fərdi söhbət aparmaq lazımdır valideynlə. Mən valideyni çağırım iclasa, hər bir belə deyək də mənfi və müsbət tərəfləri işıqlandırım. Nə bilim, şu an çatışmayan cəhətlərini işıqlandırım cəmaatın içində. Uşağın nəticələrini, məsəl üçün rubriklərini oxumaq olmaz. Müəllimlərimiz səhvə yol verir. Mən müşahidə edirəm, görürəm ki, yəni rubrikləri, ilikləri oxuyanda valideyn çağırır. Məsələn, filan kəs zəifdir, 2 halıqlı falan fəndən. Filan kəs yaxşı oxuyur, ona görə də hamısı qiymətlərin hamısı 5-dir. Bu birisi valideynlər də baxa-baxa qalır. Ona görə də olmaz. Və elə fikir verirsinizmi, narahatçılıq elə bundan yaranır ki, mən məsəl üçün də müəllim gəlir, valideyn gəlir iclasa, deyir ki, nə oldu elə? Sən bütün fənlərdən qiymətin aşağıdır. Və yaxud da deyək ki, müəllim bəlkə səndən şəxsi qərəzliyi mi var? Başlayır orada müəllimlə münasibətləri pozulur. Valideynin içərisində müəllimlə hər hansısa bir uşağın valideynin münasibəti pozulur. Anlaşılmazlıq yaranır. Bax, fikir verirsiniz, yəni mübahisələrdə yaranır hətta. Ona görə də bu kimi halların qarşısını almaq üçün fərdi şəkildə danışmaq lazımdır. Fərdi. Deməli, altda qeyd olunur ki, müəllimlər, 6-cı sualımızda bu günlərin, daha doğrusu 2 maydadır. 2 mayda düşən suallarımız, yoxsa 3 maydadır. Bunu hər hansı, bilmirəm, hansısa qrupdan müəllim demişdi mənə. Buradadırsa bildirsin fikrini. Riyaziyyatlara aid olan sual idi. Riyaziyyatlar bugün getmişdi də, yoxsa bugün getmişdi müəllimlər riyaziyyatlar. Bugün biologiya idi axı. Bugün tək biologiya idi. Eləmirsə, eləmirsə biologiya idi. Məncə hə. Hə. Aha, deməli 3 mayın sualıdır. Aha, 3 mayın sualıdır. Bəli, bəli. Çünki qrupda o qədər suallar yazırlar ki, müəllimlərimiz, inanın 3 mayla 2 mayın sualları qarışıb. Axırda hamısını bir yerə yığmışam ki, bir yerdə izah edəm. Tək-tək yox. Tək-tək çəkib onu yerləşdirincə həm vaxt gedir, həm də ki, elə belə ətraflı şəkildə izah eləmək daha yaxşıdır. Qısa şəkildə izah eləmək nə var ki, izah edeyim, yerləşdirim YouTube-a. Belə geniş şəkildə izah eləmək lazımdır ki, müəllim də başa düşsün ki, söhbət nədən gedir. 6-da deyir ki, verilmiş düstura əsasən katetləri 3 sm və 4 sm olan düzbucaqlı üçbucağın hipotenuzunu tapın. Burada görürük ki, biz verilmiş düsturdan söhbət gedir. Diqqətli olaq. Baxın, verilmiş düsturdan söhbət gedir. Verilmiş düstur deyirsə, bizə düstur verilirsə, bu anlamaq mərhələsidir. Bizə düstur verilməsəydi əgər, desəydi ki, katetləri 3 sm və 4 sm olan düzbucaqlı üçbucağın hipotenuzunu tapın, hə, onda olardı nə? Tətbiq etmək mərhələsi. Prosedural bilik olardı və olardı tətbiq etmək mərhələsi. Ancaq ki, burada fikir verirsiniz, düstur verilibdir. Düstur verilirsə əgər, əvvəl biz bunu tətbiq etmə mərhələsi götürürdük. Əvvəl 2022-də, 2022-də, 3-də, 2022-23-də. Amma indi bu dəyişilibdir. Burada hazır düstur verirsə, hazır düstur olanda deyəcək ki, bu nədir? Bu olacaq anlamaq mərhələsi. Çünki düstur verilir, düstura baxıb onu həll edəcəm. Mən o düsturu anlamalıyam ki, həll edim də. Anlamasam necə həll edə bilərəm ki? O düsturun özünü başa düşməsəm, məsəl üçün orada deyək ki, A-nın kvadratı çıxaq, məsəl üçün B-nin kvadratı. Mən bunun açılışlarını, izahlarını, qaydasını bilməsəm, bu məsələni həll edə bilərəm? Əlbəttə ki, yox. Ona görə deyir ki, anlayır, sonra həll edir. Deməli, bu olacaq bizim anlamaq mərhələmiz. Sonra gəlir növbəti yenə də belə valideynlə bağlı olan, daha doğrusu bu linklə bağlı olan məsələ. Bu linklərə diqqətli olaq müəllimlər. Deyir, valideyn müəllimə müraciət edərək bildirir ki, onun övladına sinif yoldaşları tərəfindən neqativ mesajlar göndərilir. Bu hal şagirdin psixoloji vəziyyətinə mənfi təsir edir və onu narahat edir və bu da narahatlıq yaradır. Lakin mesajları göndərən şəxslər dəqiq müəyyən olunmayıbdır. Bu situasiyada müəllim hansı addım atmalıdır ki, bu linki müəyyən etsin? Bu link nədir? Bu link müəllimlər psixoloji, fiziki şiddətdir. Psixoloji və fiziki zorakılıq şiddətdir. Bu şiddət, bu zorakılıq həm verbal ola bilər, həm qeyri-verbal ola bilər. Məsəl üçün, uşaq var ki, sözlərlə, belə deyək də, sözlərlə, eləsi də var ki, məsələn, şəklini çəkərək,
Məsələn, bunu aşağı siniflərdə müşahidə edirik də, nəsə bir şəkil çəkirlər, bir-birlərinə oxşadırlar və yaxud da deyək ki, hər hansısa bir xoşagəlməz bir deyək ki, heyvan şəklimi deyək, nə bilim deyək ki, heyvanmı deyək, çəkirlər, bir-birlərinə oxşadırlar və bu da qeyri-verbal bullyingdir. Bəli, çünki qarşı tərəfin psixologiyasına təsir edir. Qarşı tərəf ona narazı qalır, narazıçılıq yaranır, konflikt olur, münasibətin pozulduğunu görürük. Ona görə də biz buna bullying deyirik. Və yaxud da deyirik ki, fiziki ola bilir. Fiziki bullyingdə deyirik ki, biz əl-qol hərəkətləri, məsələn, vurur, döyür, dalaşırsa, buna deyirik ki, fizik bullyingdir. Var kiberbullying. Kiberbullying də sosial şəbəkələr üzərindən olunan bullyinglərdir. Məsəl üçün Facebookdur, WhatsAppdır, Instagramdır, şəkillərin şantaj olunmasıdır, nə bilim, deyək ki, digər xoşagəlməz ifadələrin deməli sosial şəbəkədə yazılmasıdır. Baxın, bunların hər biri kiberbullyingdir. Sosial bullying nədir? Sosial bullying qrup şəklində olan. Məsələn, uşaq indi sinifdə görürük də, məktəbdə uşaqlar qruplaşırlar. Qızlar bir, oğlanlar bir və yaxud da qızların özü də qruplaşır. Falan uşağı qoymur qrupa və yaxud da deyək ki, ələ salır digər uşaqlar qruplaşırlar, hər hansı bir qıza qarşı, sinif yoldaşına qarşı, şagirdə qarşı. Başlayırlar onu ələ salmağa, başlayırlar onu öz qruplarına daxil etməməyə. Az qalırlar ki, sinifdən kənara çıxartsınlar, sinifə qoysunlar. Bax, bu görürsünüz nədir? Bu sosial bullyingdir, sosial bullying. Bir də var ki, vasitəli, vasitəsiz bullying. Vasitəsiz bullying odur ki, birbaşa bullyingin özü icra edir. Bully zorakılıq edəndir. Bully zorakılıq edəndir. Və eyni zamanda deməli, biz dedik ki, var vasitəli, vasitəsiz bullying. Vasitəsiz bullying odur ki, bully özü olur. Yəni, zorakılıq edən, psixoloji şiddət göstərən özü olur. Həmin şagirdin özü olur. Bir də var ki, həmin şagird kiminsə vasitəsilə, nə bilim, dostunun vasitəsilə, nə bilim, tanışının vasitəsilə həmin şagirdə, başqa bir şagirdə zorakılıq göstərir. Nə bilim, döyür, vurur, dalaşır. 11-ci siniflər indi bu dəqiqə aktual bir problemdir, qlobal bir problemdir. Söhbətə çağırır. Fikir verirsinizmi? Bunların hər biri nədir? Bullyingdir. Baxırıq ki, uşaqdır, psixologiyasına da təsir göstərir, həm fiziki olaraq. Və yaxud da deyirik ki, baxırıq ki, müəllimlər, 2 dənə dostdur sinifdə, dostdurlar da, bunlar yaxındılar. Bir-birlərindən zarafatlaşan zaman əl-qol hərəkətlərindən istifadə edir və yaxud da xoşagəlməz ifadələr işlədirlər bir-birinə qarşı. Amma dostdular, ha. Bunların məqsədi, yəni döymək, vurmaq, dalaşmaq deyil, zarafat edirlər sadəcə. Bax, bu düşünülməmiş bullyingdir. Düşünülməmiş. Çünki bunlar məqsədi axı pislik deyil də, yəni bunu döysün, vursun, bununla dalaşsın, bunun məqsədi bu deyil. Bunlar sadəcə dostdular, amma bir-birlərinə zarafatlaşırlar, əl-qol hərəkətləri ilə və yaxud da deyək ki, xoşagəlməz ifadələrlə bir-birinə müraciət edirlər və yaxud da deyirlər, söyləyirlər. Bu düşünülməmiş bullyingdir. Soruşanda deyirlər ki, dostluq da biz, dalaşmırıq, biz dostluq. Fikir verirsiniz, bu düşünülməmiş bullyingdir. Bir də var ki, düşünülmüş bullying qəsdən edilir. Qəsdən zorakılıq edilir, deyək ki, psixoloji, fiziki zorakılıq şiddət göstərilir. Yəni, qəsdən. Bu düşünülmüşdür. Düşünülməmiş odur ki, zarafatla. 2 dənə dosta müşahidə edirik. 2 dənə, deyək ki, şagirddə, 2 nəfər şagirddə, yəni yaxın şagirddə, nə bilim, rəfiqədirlər, yaxın dostdular, bir-birlərinə qardaş deyirlər, amma digər xoşagəlməz ifadələr işlədirlər. Yaxud da deyək ki, bir-birlərinə əl-qol hərəkətləri ilə zorakılıq edirlər, şiddət göstərirlər. Soruşanda deyirlər ki, biz zarafat edirik. Bu da düşünülməmiş bullyingdir, məqsədsiz bullyingdir, yəni. İndi burada qeyd olunur ki, şagirdə deməli sinif yoldaşları tərəfindən mesajlar göndərilir və bu da şagirdin psixoloji olaraq mənə təsir edir. Əlbəttə ki, bu xoşagəlməz bir, arzu olmayan bir davranışdır. İndi bu şagirdə həmin bu mesajların göndərənin kim olması bəlli deyil. İndi bunu da müəllim üzə çıxarmalıdır. Baxın, deyək ki, lakin mesajları göndərən şəxslər dəqiq müəyyən olunmayıbdır. Bu situasiyada müəllimin hansı addımı atmalıdır ki, bullyingi müəyyən etsin? Müəllimlər, burada ayrıca qeyd etmişəm, bunu yadınızda saxlayın. Baxın, biri var bullyingin qarşısının alınması yolları. Bullyingin qarşısını almaq üçün strategiyalar. Bir də var ki, bullyingi müəyyən etmək üçün strategiyalar. Bunları bilmək lazımdır, bax, əzbərləmək lazımdır bunları. Bullyingin qarşısının alınması strategiyaları hansılardır? Mənəvi dəyərlərini formalaşdırmaq, 2-ci, buzqıran strategiyasını tətbiq etmək, 3-cü, valideynlə əməkdaşlıq etmək,
4-cü məktəb psixoloqu ilə əməkdaşlıq etmək, 5-ci şagirdlərin maarifləndirilməsi, 6-cı müəllimin rol model, yəni özü nümunə olmasıdır. Bu qarşısına alınmaq üçündür. Yəni qarşısına almaq nə deməkdir? Yəni bullying hələ baş verməyibdir. Bunun baş verməməsi üçün mən bu strategiyalardan istifadə edirəm. Şagirdlərdə milli mənəvi dəyərləri formalaşdırıram ki, məsəl üçün yoldaşına hörmət etməlisən, deyək ki, özündən kiçiklərə, özündən böyüklərə hörmət eləməlisən, sözünü kəsməməlisən, danışarkən ifadələrinə diqqətli olmalısan. Bax, bu milli mənəvi dəyərlərin formalaşdırılmasıdır ki, hörmət eləsin bir-birinə, hörmət etməyi öyrənsin. Bu, hələ bullying yaşanmasın deyə mən bunları həyata keçirirəm. Buzqıran strategiyası ilin əvvəlində keçirilir. Müəllimlər, problem olandan sonra bu buzqıran strategiyasını keçirsəz də effektiv olmayacaq. Ümumiyyətlə, buzqıran strategiyası ilin əvvəlində keçirilir. Necə ki, o qaydalar, prosedurlar var, buzqıran strategiyası da belədir. İlin əvvəlində keçirilir. 3-cü gəlir valideynlə əməkdaşlıq və qeyd etdim ki, buzqıran strategiyası budur ki, burada şagirdlər bir-birlərini tanıyırlar. Uşaqlar məsəl üçün bir-birlərini tanıyır ki, məsəl üçün yoldaşım nələri sevir, nələri sevmir. Yoldaşımın xoşladığı məsəl üçün kitab, xoşladığı əsər və yaxud da deyək ki, xoşladığı bir necə deyim, film hansılardır? Və yaxud da deyək ki, şagirdlər bir-birinin psixologiyasına bələd olur burada. Məsəl üçün bilir ki, mən yoldaşıma qarşı hansı hərəkət edə bilərəm, hansını edə bilmərəm. Bunu buzqıran strategiyası zamanı bir-birlərini tanıyandan sonra müəyyənləşdirirlər. Məhz bu buzqıran strategiyası da bir-birlərini tanımaq üçün lazımdır. Və yaxud da orada buzqıran strategiyasında yoldaşı ilə bağlı yoldaşın hobbilərini, bir-birlərinin hobbilərini soruşurlar ki, sənin hobbin nədir? Sən nəyi sevirsən? Və yaxud da deyək ki, hansı əsərləri sevirsən? Hansı, deyək ki, sənin üçün xoşa gəlməyən hərəkətlər və yaxud da sən dostundan hansı hərəkətləri məsəl üçün də görsən, ondan əlaqəni kəsərsən. Bax, bu kimi suallar bir-birlərinə verməklə bir-birlərini tanımış olurlar. Eyni zamanda adlarını soruşurlar, ailələri haqqında maraqlanırlar, şəxsi həyatları haqqında maraqlanırlar ki, məsəl üçün, dərsdən sonra hansı fəaliyyətləri icra edirsən, boş vaxtlarında nə edirsən? Bax, belə bir-birlərinə maraqlanıb, bir-birlərini tanıyırlar. Bir-birlərini tanıması üçün lazımdır bu buzqıran strategiyası. Məktəb psixoloqu ilə əməkdaşlıq, bəli, lazımdır. Şagirdlərin maarifləndirilməsi, bəli, bunu maarifləndirmək lazımdır ki, ümumiyyətlə, maarifləndirmək deyəndə müəllimlər, bullyingin nə olduğunu başa salmaq lazımdır. Şagirdə demək lazımdır ki, bullying nədir? Bullying hallarının qarşısı almaq üçün və yaxud da yaşanmasın deyə nələr etmək lazımdır? Yəni, bullying haqqında şagirdləri maarifləndirmək lazımdır. Eləcə də valideynləri. Valideynləri də maarifləndirmək lazımdır ki, əgər uşaqda bu kimi hallar müşahidə edəndə bilin ki, yəni bullyingə məruz qalıbdır və bunun üçün məndən əməkdaşlıq etməliyik. Yəni müəllimlə valideyn əməkdaşlıq etməlidir bu kimi halların qarşısını almaq üçün. Yəni gizlətməsin uşaq. Nə valideyndən, nə də müəllimdən. Ona görə əməkdaşlıq etməliyik. Müəllimin rol model olması, yəni burada müəllim özü belə deyim də, uşağa şiddət göstərməməlidir, uşağa psixoloji təsir etməməlidir ki, uşaq da bu mühitin sağlam, təhlükəsiz bir mühit olduğuna əmin olsun. Eyni zamanda, əgər biz bugün uşağa şiddət göstəririksə, uşağa belə fiziki, psixoloji şiddət göstəririksə, o uşaqlardan nəsə tələb etməyə bizim haqqımız yoxdur. Məsəl üçün, biz desək ki, yoldaşına diqqətli ol, danışığına fikir ver, ifadələrinə fikir ver, hərəkətlərinə fikir ver, o uşaq özü artıq bizdən görür axı. Bu, bizdən görürsə əgər, yəni xoşagəlməz ifadələri bizdən eşidirsə, adicə indi müəllim əsəbləşəndə ağzından bir xoşagəlməz bir ifadə çıxanda, məsəl üçün də deyək ki, yüngülvari deyək də, məsəl üçün, deyək ki, anormal ifadəsi. İndi uşaqlar da indi əsəbləşəndə deyirik anormal falan. Bax, görürsünüz, savadsız. Bax, bu kimi ifadələri əgər işlədəndə, bunun özü belə şagirdə psixoloji təsir göstərir. Şərt o deyir ki, mən duram belə də başqa xoşagəlməz ifadələr işlədəm və yaxud da təhqir edəm və yaxud da başqa bir ifadələr işlədəm. Bax, elə bu anormal sözünün özü belə şagirdə psixoloji təsir edir. Bunun özü belə bullyingdir. Ona görə də bu verbal bullyingdir, yəni sözlərlə. Mən onu şərt o deyir ki, gedəm, vuram, döyəm. Mən ona xoşagəlməz ifadələr işlədəndə də ona psixoloji olaraq şiddət göstərirəm. Ona görə deyirik ki, müəllim hər bir ifadəsinə, hər bir kəlməsinə, hər bir danışığına, davranışına fikir verməlidir. Özü nümunə olmalıdır. Yəni, bugün mən onu vurub döyürəmsə, bugün xoşagəlməz ifadələr işlədirəmsə, sabah ondan tələb etməyə haqqım yoxdur ki, deyəm, düzgün ifadələr işləd, yoldaşınla belə rəftar eləmə. Yəni, bunu deməyə haqqımız yoxdur. Ona görə də birinci özümüz nümunə olmalıyıq.
Sonra gəlir bullyingin müəyyənləşdirilməsi. Burada artıq bullying baş verib müəllimlər, baş verib. İndi mən bunu müəyyənləşdirməliyəm ki, görüm bullying nə səbəbə yarandı, bullyingi yaradan kimdir, bullyingə məruz qalan kimdir bu sinifdə? Bunu müəyyənləşdirməliyəm. Müəyyənləşdirmək üçün də təhlükəsiz, pozitiv mühit yaratmalıyam. Bütün məktəb heyətindən əməkdaşlıq etməliyəm. Niyə təhlükəsiz, pozitiv mühit yaratmalıyam? Çünki şagird burada özünü rahat hiss eləsin, fikirlərini mənə çatdıra bilsin. Bullyingə məruz qalanda mənə desin. Məndən gizlətməsin onu. Ona görə də təhlükəsiz, pozitiv bir mühit yaratmalıyam. Bütün məktəb heyəti ilə əməkdaşlıq etməliyəm. Bəli. Məsəl üçün mən Azərbaycan dil ədəbiyyat müəlliməsiyəm də, mən görməmişəm bullyingi mənim dərsimdə. Digər bəlkə təsvir incəsənət müəllimi görüb. Bəlkə biologiya müəlliməsi görüb, bəlkə sinif rəhbəri görübdür. Yəni bunu aşkara çıxarmaq üçün mən bütün məktəb rəhbərləri ilə əməkdaşlıq etməliyəm. Bütün məktəb heyəti ilə əməkdaşlıq etməliyəm. Ən əsas da psixoloqla. Çünki ən çox da psixoloqlar axı uşaqlarla gündəlik kontaktda olurlar. Yəni bu kimi halları onlar tez tuturlar. Ona görə də psixoloqla əməkdaşlıq etmək vacibdir. Sonra müəllimlər esse yazdıra bilərəm. Anonim sorğu keçirə bilərəm. Esse yazdırmaq necədir? Məsəl üçün, deyək ki, həyatınızın ən çətin günləri, həyatınızda ən sevmədiyiniz, məsəl üçün, deyək ki, günlər və yaxud da deyək ki, sevmədiyiniz bir şiddətə məruz qaldığınız günlər, məsəl üçün, deyək ki, həyatınızda şiddətə məruz qaldığınız günlər mövzusunda və yaxud da həyatınızda ən sevmədiyiniz anlar, çətin məqamlar, həyatınızın ən çətin məqamları. Bax, bu mövzularda esse yazmaqla, şagirdin öz münasibətini bildirməklə, yəni öz həyatını, öz təcrübələrini, ümumiyyətlə öz yaşadıqlarını qələmə alacaq deyə essedə mən artıq müəyyənləşdirmiş olacağam ki, bu sinifdə hansı uşaq bullyingə məruz qalır. Ona görə də esse yazdırmaqda, anonim sorğu keçirmək. Uşaqlar təbii ki, istəməz ki, öz adı olan bir siyahıda o orada özü haqqında nəsə yazsın da. Yəni bildirmək istəməz ki, mən bu həyatımla bağlı olan bullyingə məruz qalmışamsa, əgər məsəl üçün mən bu vərəqi yazıram da bunu. İstəmirəm ki, yəni mən öz adım yazılsın bura. Yəni istəməz ki, müəllim bilsin ki, hə, bu uşaq bullyingə məruz qalıbdır. Ona görə də uşaqların sərbəstçiliyi üçün, sərbəst fikirlərini ifadə etməsi üçün, yəni utanmaması üçün, çəkinməməsi üçün anonim sorğu keçirməlidir. Deməlidir ki, uşaqlar, məsələn, suallar verilir uşaqlara, qutularda suallar yazılır. Həmin o sualları şagirdlər, yəni bullyinglə bağlı, həmin o sualları şagirdlər çəkir qutudan və eyni zamanda o suallara cavab yazanda öz adını qeyd etmirlər. Öz adlarını yazmırlar. Bu da anonim sorğudur. Təbii ki, deyəcəksiniz ki, adını yazmırsa, müəllim onu necə müəyyənləşdirir? Çox yaxşı. Xəttindən tuta bilərik də. Yəni ən azından bilirik ki, kimin xətti necədir bu sinifdə. Kimin məsələn psixologiyası nə yerdədir? Bunu bilirik də ən azından. Uşaqlara bələdik. Yəni tuta bilərik o cavabı kim yazıbdı. Yəni beləliklə biz bullyingi üzə çıxara bilərik, müəyyənləşdirə bilərik. Şagirdin şəxsi portfolyolərinin yaradılması, bəli, o da vacib bir məsələdir. Şagird özü haqqında olan məlumatları həmin o portfolyolərdə saxlayır. Valideynlə əməkdaşlıq bu hər ikisində lazımdır. Həm bullyingi üzə çıxarmaq üçün, həm də bullyingin qarşısını almaq üçün lazımdır. İndi burada cavabda nə deyir? Cavabda qeyd olunur ki, şagirdin dediyi ehtimallara əsaslanaraq şübhəli şəxsləri cəzalandırmalıdır. Bəlkə elə burada şagirdin dediyi ehtimal deyir. Məsəl üçün, bəlkə elə şagirdə yazan həqiqətən də məsəl üçün yoldaşı deyil, göstərdiyi şagird deyil. Mən nəyə görə onu cəzalandırmalıyam? Dəqiqləşdirməliyəm ondan sonra. Özü də dəqiqləşdirəndən sonra cəzalandırmaq olmaz müəllimlər. Yəni durum mən həmin şagirdi cəzalandırım, cəza tətbiq edim. Belə yox. Fərdi şəkildə söhbət aparmaq lazımdır ki, bunu niyə edib, nə səbəbə edib, hansı münasibətlər, hansı şərait yaranıb ki, belə hallar baş verib. Yəni bunu şəxsi olaraq, fərdi olaraq danışmaq lazımdır. Deməli, A variantı yanlışdır. B-də qeyd olunur ki, valideyn icazı çağırıb məsələni geniş şəkildə araşdırmalıdır. Valideyn icazı çağıranda da heç bir bəlli bir birlikdə heç nəyi mən müəyyənləşdirib üzə çıxara bilməyəcəm. Əksinə mən söhbəti böyüdəcəm, problemə çevirəcəm. C-də qeyd olunur ki, valideynlərdə şagirdlərdə mənəvi dəyərlər formalaşdırmalıdır. Eyni zamanda D-variantında emosional intellekt formalaşdırmalıdır. Əlbəttə ki, müəllimlər, bax bu emosional intellekti, bax qeyd edirəm burada, emosional intellekti bir də mənəvi dəyərləri formalaşdırmaqdır. Bu, bullying yaranmasın deyə mən bunları formalaşdırmalıyam. Bullyingin qarşısını almaq üçün. Bəli, qarşısını almaq üçün.
E variantında isə deyir ki, bullying mövzusunda esse yazdıraraq onların düşüncələrini münasibətlərini. Bəli, E variantı bizim doğru cavabımızdır. Sonra növbəti 8. Sinifdə dərs zamanı Mehriban müəllimə burdadır. Bəli, bəli, buradayım. Aha, Alxasova Mehriban müəllimə. Olursun. Burada deyil. Bircə dəqiqə. Hə. Deməli müəllimlər, baxın burada deyir ki, sinifdə dərs zamanı şagirdlər arasında səs-küy yaranır və ümumi xaos müşahidə olunur. Müəllim vəziyyəti nəzarət altına almaqla çətinlik çəkir. Yəni, ümumiyyətlə, belə deyim də, sinifi idarə edə bilmir müəllim. Fikir verirsiniz. Dərsdə səs-küy yaranır, ümumi xaosa çevrilir. Yəni, sinifdə səs-küy o dərəcədədir ki, artıq burada dərs keçmək mümkün deyil. Müəllim vəziyyəti nəzarət altına almaqda çətinlik çəkir. Bu halda müəllim hansı addımı atmalıdır? Ada qeyd olunur ki, müəllim dərs zamanı intizam pozulduqda müdaxilə etməlidir. Mən dərs zamanı intizam pozulduqda müdaxilə etməyim bir faydasızdır. B-də qeyd olunur ki, sinifdə qayda və prosedurları əvvəlcədən aydın və sistemli şəkildə müəyyənləşdirmək. Səsləri bağlayasınız. Sinifdə qayda və prosedurları əvvəlcədən aydın və sistemli şəkildə müəyyənləşdirməlidir. Bəli, cavabımız budur. Əvvəlcədən biz qaydaları, prosedurları müəyyənləşdirməliyik ki, bu kimi hallar yaşanmasın. Axı dedik, sinifdə qaydalar, prosedurlar, gözləntilər olmalıdır ki, biz sinifi idarə edə bilək. Fikir verirsiniz, artıq burada müəllim idarə edə bilmir sinifi. Çünki prosedurları, qaydaları, gözləntiləri əvvəlcədən müəyyənləşdirməyibdir. Əvvəlcədən müəyyənləşdirməsi lazımdır ki, bu halın qarşısını alsın. C-də qeyd olunur ki, müəllim gözləntilərin sayını artırmalıdır. Xeyr. Qaydalar desə, yenə deyəcəksiniz ki, xeyr. Çünki qaydanın da sayını artırmaq, gözləntinin də sayını artırmaq olmaz. Bütün şagirdlərin maraq və tələbatlarını nəzərə almalıdır. Xeyr. E-də qeyd olunur ki, şagirdləri dərsə cəlb etməyə maraqlı olmalıdır. Necə cəlb edim? Səs-küy aləmi götürüb necə cəlb edim? Ona görə də E variantı doğru deyil. 9-da qeyd olunur ki, valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Bu sizə mane olur. Çünki hər dəfə şagirdi gözləməli və evə gec getməli olursunuz. Hər zaman biz düz deyir də, yəni burada şagird valideyn gec gələndə, bu ən çox ibtidai siniflərə aiddir də, təbii ki də. Şagirdin valideyni gec gələndə, biz gözləyirik ki, valideyn gəlsin, uşağı məktəbdən götürsün, sonra gedək. Bu həm bizi gecikdirir, həm də biz orada saatlarla valideyni gözləməli oluruq. Bu situasiyada problemi necə həll etsəniz effektiv olar. Məsəl üçün, variantlarda yazılmışdı ki, deyək ki, müəllimlərin yadda qaldığı kimi deyim də, yəni müəllimlərimizin yadında qalıbdı ki, orada yazılmışdı ki, valideynə şikayət edərəm, bununla bağlı şikayət edərəm və yaxud da deyək ki, valideynə ümumiyyətlə gözləmərəm, növbəti dəfə yəni gözləmərəm, çıxıb gedərəm. Bu kimi variantlar verilmişdi. Amma ən doğrusu bilirsiniz nədir? Bu gecikməyin səbəbini öyrənməkdir. Ki, görün bu niyə gecikir? Birgə bu problemi aradan qaldırmaqdır. Baxın, müəllimlər, istər şagirddə, istərsə də valideyndə. Bu belədir. Yəni, şagird də geciksə mən bunun səbəbini öyrənməliyəm. Valideyn də gecikirsə mən bunun səbəbini öyrənməliyəm. Aydındırmı? Yəni, həmin an gedim şikayət edeyim. Həmin an, nə bilim, deyək ki, şagirdi cəzalandırım. Həmin an, nə bilim, deyək ki, arzu olmayan bir davranış müşahidə etmişəmsə şagirddə rəhbərliyə çatdırım. Belə olmasın. Biz ondan öncə fərdi şəkildə danışıb, söhbət aparmalıyıq ki, görüm şagird niyə gecikib. Əgər valideyndirsə, valideyn baxın burada gecikir, uşağı gəlib götürməkdə gecikir. Təbii ki, mən bu problemi aradan qaldırmaq üçün valideynlə danışıb səbəbi öyrənməyə və problemi birlikdə həll etməyə çalışmalıyam. Onda qeyd olunur ki, uşaq Kitab-ı Dədə Qorqud dastanını oxuyur. Müəllim ona tapşırır ki, dastanda adı çəkilən ərazilərin Azərbaycanın indiki hansı bölgəsinə uyğundur? Yəni, dastanda adı çəkilən ərazilərin Azərbaycanın indiki hansı bölgəsinə uyğundur ifadəsini, situasiyasını veribdir bizə. İnteqrasiyanı müəyyən edin. Bu, Azərbaycan dili müəllimləri üçün keçərlidir. Tarix üçün də olar, ədəbiyyat müəllimləri üçün də olar. Bax, burada qeyd olunur ki, Kitab-ı Dədə Qorqud dastanı. Bircə dəqiqə müəllimlər.
Bizim ödənişli qruplarımızda olan müəllimlərimiz niyə belə az iştirak edir? Niyə belə pasiv şəkildə iştirak edir bu canlı dərslərdə? Axı mən demişdim ki, vacibdir bu izah. Hamı mütləq iştirak eləsin. Onda qeyd olunur ki, uşaq Kitab-ı Dədə Qorqud dastanını oxuyur. Müəllimlər, diqqətli olaq. Kitab-ı Dədə Qorqud dastanı hansı fəndədir? Ədəbiyyatda, düzdür? Oxuyur, müəllim ona tapşırır ki, dastanda adı çəkilən ərazilərin Azərbaycanın indiki hansı bölgəsinə uyğundur? Bölgə söhbəti var, bölgə. Təbii ki, bu coğrafiyada ola bilər. Coğrafiyada ola bilər, tarixdə ola bilər, əlbəttə ki. Azərbaycanın indiki hansı bölgəsinə uyğundur? Çünki Dədə Qorqud dastanı keçmişdə əsrlər əvvəl baş verən bir dastandır ki, qələmə alınmış bir dastandır ki, bu burada olan ərazilər də təbii ki, tarixi ərazilər hesab olunacaq. Ona görə bunu tarixlə də əlaqələndirə bilərik, coğrafiya ilə də əlaqələndirə bilərik. Deməli, biz burada nə görürük? Yalnız fənlərarası inteqrasiya görürük. Burada mən fənüstü inteqrasiya görürəm, xeyr. Həyatda tətbiq var burada, xeyr. Sonra mən burada fənlərarası inteqrasiya görürəm, xeyr. Mən burada ədəbiyyatı görürəm, coğrafiyanı da görürəm və tarixi əraziləri də görürəm, yəni tarixi görürəm, tarix fənnini. Deməli, bu yalnız cavab olacaq fənlərarası inteqrasiya. Ədəbiyyatla coğrafiya və tarixi əlaqələndirmişəm. Olacaq fənlərarası inteqrasiya. Sonra 11-də nə deyir? Verilmiş mətni oxuyun. Mətnin əsas ideyasını müəyyənləşdirin və öz mövqeyinizi əsaslandırın. Bircə dəqiqə müəllimlər. Öz mövqeyinizi əsaslandırın deyir. Mətni oxuyun, mətnin əsas ideyasını müəyyənləşdirin. Bax, bura qədər gəlirəm, dayanıram. Niyə? Çünki mənə bura qədər versəydi ki, mətni oxuyun, mətnin əsas ideyasını müəyyənləşdirin. Yox, təhlil etmək. Bilirsiniz niyə? Çünki əsas ideyasını deyir axı. Əsası seçiriksə, mən onu təhlil etməliyəm ki, görüm əsas ideya hansıdır. Biri var mətnin ideyası, bir də var əsas ideyası. Əsası seçmək üçün də mən təhlil etməliyəm. Bura qədər olardı təhlil etmək mərhələsi. Amma görürsünüz, sona qədər oxumaq lazımdır, sona qədər. Deyir, öz mövqeyinizi əsaslandırın. Öz mövqeyimi əsaslandıracamsa, deməli, mən dəyərləndirəcəm. Deməli, öz mövqeyimdən çıxış edərək qiymətləndirəcəm. Bu da olacaq dəyərləndirmək mərhələsi. Sonra 12-də nə deyir? Afaq müəllimə, dərsin kaydı gedir. Çox sağ ol. Çox sağ ol müəllimə. 12-də qeyd olunur ki, sinifə yeni şagird gəlib, bir neçə şagird onun danışıq tərzini və görünüşünü bəyənmir. Ona gülürlər. Müəllim vəziyyəti müşahidə edir və dərsin gedişində bu halın təkrarlandığını görür. Bu vəziyyətdə müəllim hansı addım atmalıdır? Əlbəttə ki, burada şagirdlərin arasında biz empatiya hissinin olmadığını görürük. Yəni, empatiya nə deməkdir? Özünü qarşısındakının yerinə qoymaq deməkdir. Və eyni zamanda hörmət də görmürük. Fikir verirsiniz, hörmət eləmirlər. Və eyni zamanda biz burada görürük ki, şagirdlərlə, ümumiyyətlə, şagirdlərdə mədəni müxtəlifliyə, ümumiyyətlə, müxtəlifliyə hörmət anlayışını, kompetensiyasını görmürük. Çünki ona gülürlər, onu ələ salırlar. Həm də müəllimlər, burada əgər pedaqoji prinsipin, baxın, diqqətli olun, pedaqoji prinsipin tələblərinin pozulmasından danışsaydı, desəydi ki, verilən situasiyada hansı pedaqoji prinsipin tələbi pozulubdur? Təbii ki, dəstəkləyici mühit götürəcəydiniz. Dəstəkləyici mühit. Bilirsiniz niyə? Çünki burada sağlam, psixoloji mühit yoxdur, müəllimlər. Fikir verirsiniz, şagird burada, şagirdlər yeni gələn şagirdə gülür, ələ salır, görünüşünü bəyənmirlər. Belə vəziyyətdə həmin şagird özünü nə dərəcədə həmin mühitdə sağlam, rahat, təhlükəsiz hiss edər? Əlbəttə ki, hiss etməyəcək ümumiyyətlə. Ona görə də deyirik ki, burada dəstəkləyici mühit pozulubdur. Amma burada deyir ki, yəni bu vəziyyətdə müəllim hansı addım atmalıdır? Əlbəttə ki, bütün sinifdə empatiya, hörmət və müxtəlifliyə münasibət mövzusunda müzakirə təşkil etməlidir. Şagirdlərlə fərdi söhbət aparmalıdır, fərdi, yəni tək-tək. Yoxsa ki, mən durum o gülən uşağı, ələ salan uşağı danlayım, uşaqların içində xoşagəlməz bir ifadələrlə uşağı tənbih edim, olmaz.
fərdi şəkildə söhbət aparmalıyam. Uşaqlarla. Şagirdlərlə fərdi söhbət aparmalıyam, yəni tək-tək. Hörmət və empatiya hissi formalaşdırmalıyam. Bunun üçün müzakirə təşkil etməliyəm. 13-də qeyd olunur ki, summativ qiymətləndirmənin məqsədi nədir? A-da qeyd olunur ki, şagird nailiyyət səviyyəsini qiymətləndirmək və kəmiyyətlə ifadə edilməsinə kömək etmək. Bəli, elə cavabımız budur. Kəmiyyət görəndə deyəcəksiniz ki, summativdir. Təlim nailiyyətlərinin ölçülməsi deyəndə deyəcəksiniz ki, summativdir. Təlim nailiyyətlərinin müəyyənləşdirilməsi desə, deyəcəksiniz ki, summativdir. Ona görə də A variantı bizim cavabımızdır. B-də nə deyir? B-də deyir ki, təhsil səviyyələrinin sonunda monitorinqini aparmaq. Monitorinq ümumiyyətlə məktəb daxili qiymətləndirməyə aid deyil. Bu, milli qiymətləndirmədir. C-də qeyd olunur ki, şagirdin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək. İlkin sözü varsa, bu olacaq diaqnostik. Düzdür? Diaqnostik. D-də qeyd olunur ki, şagirdin potensialını üzə çıxarmaq və inkişaf etdirmək. Şagirdin potensialını nə vaxt üzə çıxarırım? Aha, doğrudur. Doğrudur. Və eyni zamanda dərsin sonunda şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək deyir. Bəli. Bəli. Dərsin sonu deyirsə, onda bu nə olacaq? Dərsin sonunda formativ qiymətləndirmə aparırıq. Gündəlik biz formativ qiymətləndirmədən istifadə edirik və sonunda biz dərsimizin sonunda formativ qiymətləndirməyə uyğun rəy veririk. Müəllimlər, rəy, kəmiyyət, qiymət, bal olmaz. Yəni, qiymət kəmiyyətlə və balla yazılmaz. Rəy veririk. Yəni, qiymətləndirmək deyəndə burada kəmiyyət nəzərdə tutulmur, rəy nəzərdə tutulur. 14-də deyir ki, diaqnostik qiymətləndirmə ilə bağlı yanlış fikri müəyyənləşdirmək lazımdır. İndi orada uzun-uzadı yazılmışdı. Daha belə deyim də, əsas olanları, açar sözləri mən seçib yazmışam variantlara bax getməməsi üçün. A-da qeyd olunur ki, ilkin qiymətləndirmədir. Bəli, doğrudur. Çünki diaqnostik ilkindir. Bəli. B-də qeyd olunur ki, təlimi effektiv şəkildə qurmağa kömək edir. Yox. Təlimi effektiv şəkildə qurmağa xidmət edən diaqnostikdir. Təlim proqramında dəyişiklik etmək desə müəllimə, onda formativ olardı. Onda formativ olardı. C variantında qeyd olunur ki, şagirdin güclü və zəif tərəflər. Güclü və zəif sözünü görürsünüz. Deyəcəksiniz ki, bu diaqnostikdir. Zəhmət olmasa səsləri bağlayın, çünki özüm eşidirəm. Öz səsimi eşidirəm. Deyir ki, güclü və zəif tərəflərini müəyyənləşdirməyə şərait yaradır. Güclü və zəif sözünü gördünüz, deyəcəksiniz ki, bu diaqnostikdir. D variantında qeyd olunur ki, diaqnostik qiymətləndirmənin nəticələri şagirdin yekun summativ qiymətinə təsir edir. Bəli, səhvdir müəllimə, səhvdir. Niyə səhvdir? Bəli, formativ summativə. Yox, ümumiyyətlə diaqnostik formativə, nə də summativə təsir etmir. Nə formativə, nə də summativə təsir etmir. Formativ summativə təsir edə bilər. Eyni zamanda diaqnostikin summativlə heç bir əlaqəsi yoxdur. Yəni, ilkin qiymətləndirmədir. İlkin qiymətləndirmədir, ona görə də deyirik ki, diaqnostikin nə formativə, nə də summativə heç bir əlaqəsi yoxdur. Sadəcə biz ilkin səviyyə üçün biz bunu yəni, bilirsiniz necədir, bu nə demək istəyir? Bunun deməyindən belə çıxır ki, diaqnostik qiymətləndirməni keçirmişəm, görürəm ki, uşaq zəifdir, düzdür? Uşaq zəif belə cavab verir, zəif səviyyədədir. Bu o demək deyil ki, uşaq summativdə də zəif olacaq. Bu o demək deyil ki, uşaq indi zəifdirsə, summativdə də zəif olacaq. Bəs mənim formativ qiymətləndirməm nə üçündür? Şagirdi inkişaf elətdirmək üçün. Zəifdirsə, onu inkişaf elətdirməliyəm. Məqsədə doğru aparmalıyam. Düzdür? Onun fəaliyyətini mən izləməliyəm. Məqsədə doğru aparmalıyam. Onun üçün də mən formativ qiymətləndirmə keçirməliyəm. Diaqnostikin, yəni summativə, formativə aidiyyatı yoxdur. D variantı yanlış bir fikirdir. E-də qeyd olunur ki, diferensial yanaşmanı həyata keçirməyə fürsət yaradır. Əlbəttə ki, demişdim ki, diferensiallaşma sözünü görsəniz, deyəcəksiniz ki, diaqnostik qiymətləndirmədir. Bəli, bu qədər müəllimlər. Yekunlaşdı bizim izahatımız. İnşallah ki, dərslərimizdə ətraflı şəkildə bunu daha geniş formada izahını təqdim etmiş olacaq. Sualınız